Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və hörmətli qardaşlar və bacılar, bugün İstanbuldan sizi salamlayırıq. Bizim studiyada çox önəmli, çox dəyərli, sevimli hocamız Veysel Hoca ilə, Veysel Orucu Hoca ilə bugün podcast çəkəcəyik. Xoş gəlibsiniz, safa gətirmişsiniz. Hoş bulduk. Bugünkü mövzu, podcastın mövzu tek din olmayacak ve başka mövzulara da toxunacağız. Bildiğiniz ki ben Qax rayonundanam, əslən oradan anadan olmuşam. Ona göre kusura bakmayın Türkler demişkenden Azərbaycan dilinde başardığım kimi danışacağım. R hərfini diyebilirim ama demeyəm. Hocayla biz İstanbul'da tanıştık ilk olarak 2018. ildə ama hocanı biz 2005-ci illərdən, 6-cı illərdən, kasetlərdən və CD-lərdən o vaxtı videolar yox idi. Oradan biz dinlədik və çoxlu faydalar gördük. Hocanın dərslərinin əsas mövzusu Qafqazdakı ata-babamızdan bizə qalmış deməli kişilikdən, ondan sonra şücaətdən, ondan sonra böyüklərə hörmətdən, ana-ataya hörmətdən və bu mövzulardan biz Veysel Hocanı sevdik və dinlədik. Və birinci bizim bugünkü sorularımız biz qardaşlardan mən elan etmişdim ki biz podcast çəkəcəyik Veysel Hoca ilə və bəzi sualları biz bura yazmışıq və o sualları biz hocamıza soracağıq. Birinci mövzu Azərbaycanda bildiyimiz kimi fərqli millətlər yaşayır, mehriban yaşayır və bu mövzu ilə ilgili hocamıza ilk soru vermək istəyirdik. Bu barədə kendi fikirlərini paylaşsın. Bismillahirrahmanirrahim. Elhamdülillahi ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecma'in amma ba'd. Öncelikle Allah'a həmd eləyirəm bu görüşü, bu müzakirəni bizim için asanlaştırdı. Sonra bu studiyanın qurucularına, müəssislərinə təşəkkür eləmək istəyirəm. Kərim qardaşımıza bu Huda Rus studiyasıdır adı, İstanbul'da yerləşir. Və qardaşlar, Allah bunlardan razı olsun, bu studiya vasitəsilə İslamla əlaqəli, orta yolla əlaqəli və müsəlmanları marifətləndirməklə əlaqəli bir çox verilişləri burada çəkirlər və burada da yayırlar. Sonra Fəxruddin qardaş, sənə təşəkkür etmək istəyirəm qardaş. Hansı ki bir uzun vaxtdır bu podkastı sən keçirmək istəyirdin və davamlı şəkildə soruşurdun, neynirdin, nəysə bu bugünə nəsib imiş. Mən mövzuya girmədən qabaq bir şey demək istəyirəm. Bəlkə xoşuma gələcək, bəlkə gəlməyəcək, bilmirəm. Sənə studiyanın, yəni dərsə, podkasta başlamazdan öncə də dedim ki, burada hər hansı bir sual məhdudiyyəti yoxdur. Təxminən hansı suallar verəcəksən, o da sənin öz işindir. Və istədiyin sualı, istədiyin formanı, hətta tənqidi belə açıq şəkildə eləyə bilərsən. Biz bunun qarşılığında, müqabilində nə edəcəyik? Bildiklərimizə cavab verəcəyik, bilmədiklərimizi də daha sonra öyrənməyə çalışacaq. Nəyi demək istəyirəm mövzuya girməzdən öncə? Sən Qax rayonundansan, Azərbaycanın Qax rayonundansan, sizin öz ləhcəniz var. Mən Gürcüstanın şərqində doğulmuşam, orada böyümüşəm. Bizim öz aksentimiz, öz ləhcəmiz var. Və yaxud da Qaxdan əlavə Zaqatalanın, Balakənin öz ləhcəsi var, Şəkinin öz ləhcəsi var, Bakının öz ləhcəsi var. Bizə lazım olan nədir? Bu ləhcələrlə, əlhamdülillah, biz kimisə hesaba çəkmirik, aksentlər ola bilər, amma biz bir Azərbaycan vətəndaşı kimi və yaxud da Azərbaycan kökənli kimi başda hər zaman öz dilimizi danışmağa həris olmalıyıq. Ola bilərsən, Rusiyada böyümüşsən və yaxud da başqa bir Azərbaycanlı Ərəbistanda, başqa bir Azərbaycanlı filan yer, harada istəyirsən böyümüş olaq, biz öz ana dilimizi daima mükəmməl şəkildə danışmağa cəhd göstərməliyik. Ortada ləhcə işlədirik və yaxud da ləhcədən sözlər qatırıq. Bunlar heç bir dildə əslində tənqid olunmur. Nəyə görə? Bu da əslində coğrafiyanın gözəlliyindəndir. Bir şey də müsaadenle ona da toxunum.
Bəzi adamlar tapırıq bizim coğrafiyada Azərbaycanlılardan. Öz aralarında baxırsan başqa dil danışırlar. Fərq etməz. Bu ərəb dili olsun, fərq etməz. Bu İngilis dili olsun, fərq etməz. Bu Rus dili olsun. Mənim bu şeyə baxışım yaxşı deyil. Mən bu şeyə doğru baxmıram. Biz fərqli dillər öyrənə bilərik, elhamdülillah. Bu gözəl bir şeydir. Bu elmdir, bu bilikdir, bu faydadır. Öyrənə bilərik. Elhamdülillah. Mən də fərqli ölkələrdə təhsil aldığım üçün, fərqli coğrafiyalarda yaşadığım üçün mən də bir neçə dil bilirəm Allah Taala'nın izni ilə. Amma sən görməzsən ki, mən öz millətimlə, öz vətəndaşımla mən başqa bir dildə danışam. Dediyim kimi, nəyə görə deyirəm? Çünki siyasətdə belə bir anlayış var. Əgər sən bir milləti, bir dövləti, bir coğrafiyanı işğal eləmək istəyirsənsə, bunları dəyişdirmək istəyirsənsə, ilk öncə onların dilindən başla. Dilini əlindən aldığın bir qavmu istədiyin dinə də sövq eləyə bilərsən, yönləndirə də bilərsən. Ona görə mən qısa olaraq bunu xatırlatmaq istəyirəm ki, biz madəm bu coğrafiyada yaşayırıq, bizim əslimiz, kökümüz bəllidir. Öz dilimizdə utanmadan ləhcə də olsa danışmağa cəhd göstərməliyik. Bəli, buyurun. Allah razı olsun hocam. Mən biraz deyil, xeyli həyəcanlıyam. Baxmayaraq ki, məni bir çox adamlar tanıyır və kamera önündə çox videolar, podkastlar çəkmişəm, amma sizin qarşımızda olduğu üçün mən həyəcanlandım biraz, amma sizin bu dediyiniz inşallah məni biraz rahatlattı. İnşallah devam edelim. Hocam siz bildiğim kadar siz Zaqatalada ilk təhsilinizi almışsınız Murad müəllimdən. Murad müəllimdən biraz bahsedebilir misiniz? Dediyim kimi fərqli ölkələrdə təhsil almışam. Mən Gürcüstanın şərqində Qaxeti bölgəsində Telav rayonunda Qaracala kəndində doğulmuşam, dünyaya gəlmişəm. İlk məktəb, orta məktəb və həmçinin ümumiyyətlə 11-ci sinfi tamamlayana kimi hamısının təhsillərimin hamısı Gürcüstanda olub və Gürcü məktəbində olub. Daha sonra bilirsən o zamanları, yəni 95-2000 arası təhsil imkanları çox məhdud idi. Bütün coğrafiyada məhdud idi. Xüsusən də Gürcüstanda daha da çox məhdudlaşdırılmışdı. Hələ məsələ bizim öz dilimizdə təhsil, Azərbaycan dilində təhsil və yaxud da dini elmləri Gürcüstanda öyrənmək hardasa mümkün deyil idi. Burada da bir şeyi deyim, Tel Avivdən də bəziləri Tel Aviv anlayır. Olubdur ki, belə təqdim eləyəndə deyirlər Tel Aviv. Xeyr, Tel Avivlə Gürcüstanın heç bir əlaqəsi yoxdur. O Mimino'nun bir kinosu var. Bilirsən, orada da bu ifadələr keçir. Mən artist orada nə deyir? Deyir, mən Tel Avivdən, amma biz deyir, Tel Avivdənsən. Xeyr, Tel Aviv, Gürcüstanın şərq bölgəsinin, Qaxeti bölgəsinin mərkəzi sayılır. O tarixə getmək istəmirəm, mövzu uzanacaq deyə. Qısa olaraq o zamanlar Gürcüstanda təhsil aldım, orta məktəbi bitirdim. Düşünürdüm ki, təhsilimi davam etdirməm lazımdır. Bu da ya Türkiyəyə getməliyəm, ya da Azərbaycana getməliyəm. Dediyim kimi o zaman imkanlar biraz məhdud idi. Elhamdülillah, Allahın izni ilə Azərbaycana getdim və Allah nəsib elədi, Zaqatalaya getdim. Hətta Zaqatalanın ləhcəsindən də çox təsirlənmişdim bir vaxtları. O kasetlər dönəmi, CD-lər, DVD-lər dönəmi qardaşlar elə bilirlərdi ki, mən Zaqatalalıyam. Zaqatalada doğulmuşam. O Zaqatalanın bir şirin ləhcəsi var. İstər-istəməz sən yaşadığın yerin ləhcəsindən təsirlənirsən. Şəkiyə getsən, oradan da təsirlənəcəksən. Və orada Murad müəllimlə, Şeyx Muradla tanışdım. Allah Şeyxə şəfa versin. Təbii ki, həyatdadır. Uzun sürədir müxtəlif xəstəliklərlə mücadilə eləyir. Allahdan diləyirəm gözəl adları ilə, uca sifətləri ilə Şeyxə şəfa versin, afiyyətinə qovuşdursun. Murad müəllim təbii ki, mənim həyatda tanıdığım real, ən dürüst insanlardan biridir. Sözü ilə əməli uzlaşan insanlardan biridir.
mövqeyi hər zaman orta olduğunu görmüşəm. Kişi kimi kişi, vətənpərvər, öz ölkəsinə bağlı, öz dilinə bağlı, öz mədəniyyətinə, dininə bağlı bir insan görmüşəm. Mən onun elmindən, məsləhətlərindən istifadə etmədən öncə onun xarakterindən etkilənmişəm, təsirlənmişəm, dürüstlüyündən təsirlənmişəm. Hətta Murad müəllimlə ilgili tabii ki şeyx mən onu tərifləməm heç bir zaman istəmir. Bəlkə də bunu ilk dəfə danışıram uzun illərin içində istəmədiyi üçün. Təriflənməyi istəmir. O qədər mütəvazi, belə zənn eləyirəm. Vallahi hasibuhu. O qədər mütəvazi insandır ki, istəmir ki, mən onun daşıdığı gözəl sifətləri dilə gətirim. Lakin bir misal deyim. Bir dəfə Zaqatalada Murad müəllimgildə yatıram. Murad müəllim mənə dedi ki, fəcrə getdikdə, fəcr namazını getdikdə məni də oyat. Ev Zaqatalada məlumdur ki, köhnə tikilmiş evlərdəndir, Sovet vaxtından tikilmiş evlərdəndir. Bir alt mərtəbə var, bir də üst mərtəbə var. Alt mərtəbədə bir otaqdayım, şeyx də üst mərtəbəsində öz otaqdadır. İndi fəcrə durmuşam, hardasa əzəndən bir 5 dəqiqə, 10 dəqiqə öncə durmuşam. Yəni burada demək istədiyim bir nöqtə var, istəyirəm onu çatdıram. Mən çıxdım, dəstəməzi aldım, qış aydı, qış aylarıdır. Yanvar aydı ya buna yaxın bir soyuqdur yəni hava. Evdən çıxdım, pəncərə tərəfə gəldim və Murad müəllimi 2-3 dəfə çağırdım. Maksimum 5 dəfə çağırdım və sonra mən məscidə yola düşdüm, Tala məscidinə. O möhtəşəm, o böyük məscidə yola düşdüm. Və mən düşündüm ki, mən gəncəm, uşağam o vaxtı. Yəni şeyxi oyatdım. Nəysə getdim, fəcri qıldıq və döndük evə. Murad müəllim mənə dedi ki, Murad müəllim də durdu, gəldi, yəni daha sonra. Mən biraz dediyim kimi əzandan tez getdim məscidə. Murad müəllim mənə dedi ki, niyə çağırmadın məni? Niyə oyatmadın məni? Mən də dedim ki, şeyx, mən səni 5 dəqiqə çağırdım da, 5 dəqiqə çağırdım. Bu dilimizdə olan mübaliğə kəlmələr var ya, məsələn, 5 dəqiqədir mən səni gözləyirəm, 10 saat da oturmuşam burada. Bu həqiqi mənada deyil. Yəni bu abartılı şəkildə biz bu şeyləri ifadə edirik. Birdən şeyx mənə dedi ki, yaxın gəl dedi. Dedi, sən and içə bilərsən ki, mən 5 dəqiqə çağırmısan. Mən belə şoka düşdüm, həyəcanlanmağa başladım. Dedi, sən and içə bilərsən ki, məni 5 dəqiqə müddətində çağırmısan. Detaylar yəni. Mən də belə qaldım ki, yox da, mən o mənada demədim. Dedi ki, danışığa diqqət elə. Sən əgər elm tələbəsi olacaqsansa, insanlar önündə sabah bürsü gün dini məsələlər, dünyavi məsələlər, elmi məsələlər danışacaqsansa, özünü bunun üçün hazırlayırsansa, hər kəlmənə diqqət elə. Allah. Sən niyə xeyr ola, mən 5 dəfə çağırmısan, bunu 5 dəqiqə deyirsən? Bu nə zaman idi bilirsən? 1998-ci ildə. Və onu götürdüm bir kağıza qeyd elədim ki, hətta o ləhcəmizdə olan mübaliğələr yoxdurmu? Abartılı şəkildə. Onu belə istifadə eləmə. Allah şeyxin ömrünə bərəkət versin. Amin. Mənim tanıdığım ən dürüst, ən əxlaqlı, ən vətənpərvər, sözü əməlinə uyğun gələn həyatımda gördüyüm yeganə insanlardan biridir deyə bilərəm. Bəli. Bu arada da mən çox sevindim ki, Murad müəllim bizim Saxur millətinin nümayəndəsidir, elhamdülillah. Və əlavə olaraq onun Saxur olduğunu da yəni abartmamaq şərti ilə hatırlıyor musunuz, biz getdik, ona çox önəm vermir. Yəni adam Allahın izni ilə sıfır millətpərəstlikdən və s. uzaq Allahın izni ilə. Və bu arada bu mövzunun davamında bildiyimiz kimi Vətən müharibəsində 44 gün hansı ki Vətən müharibəsində ermənilər çox araları qarışdırmaq istədilər. Mən o vaxt Rusiyada yaşayırdım. Və Allah bizləri riyadan, təkəbbürdən qorusun. Rusiyanın göbəyində biz tam olaraq Azərbaycanımıza, vətənimizə dəstək verdik. Və bunu məqsədimiz oydu ki, bizim bu vətənimizdir, hər bir millətin vətənidir
və çox sevindirici haldır ki, elhamdülillah heç bir deyək bizim Azərbaycanda yaşayan nə Saxur, nə Ləzgi, nə Avar, nə heç kim orada yaşayan bu deməli xainlərin tələsinə və ya tuzağına heç kim düşmədi elhamdülillah. Bu arada da sizin də bu barədə fikirlərinizi, yəni bunu necə dəyərləndirirsiniz? Bizim bu Qafqazda bu birlik, bu deməli millətlər arası mehribançılıq daha da güclənsin deyə sizin görüşləriniz necədir? Yəni? Öncəliklə onu demək istəyirəm ki, biz Qafqaz millətləri bilməmiz gerəkən çox önəmli bilgilər var. Bunu xüsusən də dədə-babalarımız bunları bilirlərdi. Bildikləri üçün də daha sülh, daha əmin-amanlıq, daha da belə deyək, qardaşlıq içində yaşayırlardı. Amma indiki yeni yetmə nəslə baxsaq, yəni xüsusən də 2000-ci ildən sonra gələn nəslə baxsaq, bu tarixi gerçəkləri bir çoxlarının bilmədiklərinin farkına varırıq. Yəni onu demək istəyirəm ki, məsələn Qafqazın bir neçə mərhələsi var tarixi olaraq. İslam dini Qafqaza gəlmədən öncəki bir halı var, İslam dini Qafqaza gəldikdən sonraki bir halı var, bir də ümumiyyətlə Qafqazın coğrafik olaraq bir durumu var. Ondan sonra dil və din olaraq bir durumu var. Qısa mən bunlara toxunum. Həm özümüz üçün, həm də gələcək nəsil üçün bir fayda olsun. Birincisi, məlumdur ki, coğrafik olaraq, bölgə olaraq Qafqazda müxtəlif millətlər yaşayıb tarix boyu. Heç bir zaman tarix boyu Qafqazda bir millət yaşamayıb. Yəni bir növ millət filanlar da deyil. Qafqaz hər zaman çox dilli və çox fərqli millətlərin bir yurdu olub. Bu da yəni hətta ilk əsrlərə baxsaq belə bunun şahidi olaraq. Bu birinci məsələ. Belə deyək, şeyə gəlməzdən qabaq dinə baxaq. Dinə. Məsələn, Qafqazda olan dinlər nədən ibarət idi? İslam gəlmədən öncə ən məşhur din Zərduştların dinləri idi. Zərduştluq çox məşhur idi. Atəşpərəstlik və hətta sahabələr gəlib İslamı yaydıqda Zərduştluq dini ilə, atəşpərəstlik ilə qarşılaşdılar. Qafqazda olan dinlərdən bütpərəstlik. Bu da hətta bəzi dağlarda olan qayalara oyulmuş bəzi şeylərdə, daşlarda təsbit olunur ki, ruhlara ibadət edirlərmiş, dağlara ibadət edirlərmiş, nəhəng qayalara ibadət edirlərmiş. Yəni bunun adı da İslam terminindən desək, bütpərəstlik. Qafqazın dinlərindən biri də İslam gəlmədən öncə bütpərəstlik olub. Ondan sonra xristianlıq olubdu. Xüsusən də Gürcüstan, Ermənistan indiki coğrafiyalar nahiyələrində yaşayan qəbilələrdə. Sonra Xəzər bölgəsi var idi. Orada Yahudilik, hətta Xəzər məmləkəti deyilən tarixdə bir şey var. Qəbilələr var. Xəzər Yahudiləri deyilən. O zaman o Xəzər bölgəsində yaşayan tayfalar din olaraq Yahudiliyi götürüblər. Ondan sonra həmçinin dini mövzularda orada bir də dinsizlik olub müəyyən bölgələrdə. Yəni müəyyən bir dinin mənsubu olmayıblar. Buna ateistliyi mi deyək, buna fitrət əhlim deyək, nə deyək? Bu məsələlər tartışılır. Və burada baxmayaraq ki, burada bu dinlər var idi. Bir də ırqlar var idi. Bir də orada millətlər var idi. Məsələn, Azərbaycanlılar var idi. Ondan sonra Dağ Yahudiləri var idi və yaxud da Xəzər Yahudiləri də deyilir onlara. Ondan Qafqaz Albanları var idi. Osetinlər var idi. Dağıstan millətləri var idi. Dağıstan millətlərinin içində ən məşhuru məsələ götürsən Ləzgilər var idi, Avarlar var idi, Caxurlar var idi. Sonra başqa xırda qəbilələr də var idi. Belə Çeçənlər, İnquşlar, Gürcülər, Erməni qəbilələri müəyyən yerlərə yayılmış formada. Yəni həm din tərəfdən fərqli dinlər var idi, həm də millətlər var idi. Buna rağmen belə baxsaq görərik ki, Qafqaz sakinlərinin arasında ırq, millətçilik adına müharibələr baş verməyib. Bax, millətçilik adına müharibələr təşkil olunmayıb. Qəbilələr arasında, məsələn, mənim qəbiləm, soyum nədir? Orucovlar. Sizdə nədir? Mirzəyevlər.
Bu Orucovlarla Mirzəyevlərin arasında, qəbilələr arasında savaş olub, ticarətə görə, qışlıqlara görə, sürüləri otarmaq üçün olan yerlərə görə. Bunun üstündə qəbilələr arasında savaşlar meydana gəlir və adətən ağsaqqallar müdaxilə eləyərək bu savaşları böyümədən səngidiblər, yatızdırıblar. Amma bu ırqla, məsələ Azərbaycanlılar ləzgilərlə millətpərəstlik üzərindən savaşsınlar, Çeçenlər Gürcülərlə savaşsınlar və yaxud da Osetinlər Çerkezlərlə savaşsınlar. Belə bir şey olmayıb. Orada sadəcə tarix boyu fikir versən bir-birlərindən ticarət ediblər, evləniblər. Ondan sonra gözəl qonşuluq ediblər, xeyirləri aralarında paylaşıblar. Ona görə baxsaq Qafqaz millətinə, Fəxruddin, baxırıq əksər hallarda geyinişimiz yoxdur, milli geyinişimiz. Ortaqdır. Bənzərlik var. Yeməklərimiz, toylarımız, yaslarımız, ondan sonra prinsiplərimiz. Əksər hallarda görürük ki, bunlar hamısı yaxın-yaxınadır. Səbəbi nədir, qardaş? Əgər bu millətlər yaxın olmasaydılar fiziki olaraq bir-birlərinə, bu milli adətlərimiz, ənənələrimiz bir-birimizə keçə bilərdimi? Keçə bilməzdi. Və bu birinci mərhələ tarix olaraq. İkinci mərhələdə İslam. Belə bir durumda orada qəbilələr arasında çatışma, orada ekonomik torpaqlar, otunacaqlar və s. kimi belə bir durum, bir də ibadətin çox bərbad, yəni ideoloji durumun çox bərbad bir halda olduğu bir vaxtda İslam dini gəlir bu bölgələrə, Qafqaz bölgəsinə. İlk İslamın gəldiyi Qafqazda, ilk İslamın daxil olduğu regionlardan, bölgələrdən bir Azərbaycandır. Hətta mən bunu oxuyarkən tarixsel olaraq özüm belə dəhşətə gəldim ki, sən təsəvvür elə, kimin dönəmində gəlib İslam Azərbaycana? Ömər ibn Xattab radiyallahu anh dönəmində. Ömər ibn Xattab radiyallahu anh dönəmini oxuyanda ki, hansı mərhələdə gəlib? Ya hicri tarixlə 22-ci ildə. Hicri tarixlə çox qədimi. Yəni hicri tarixlə götürsək, 1-ci əsrin əvvəllərində, hətta 22-ci il, 25-ci il arasında artıq Ömər ibn Xattab radiyallahu anhu qafilələri, dəvət qafilələrini göndəribdir Qafqaz bölgəsinə və Qafqaz bölgələrində də ilk girdikləri yer hara olub? Azərbaycan. Hansı sahabə gəlib? Başda Hüzeyfət ibn Yəmən radiyallahu anhu. 2. Hətta orada üzr istəyirəm, qar yağıb 6 ay qalmışlar və namaz qılmışlar, səfər namazını. İnşallah öyle bir. Ona da toxunarıq. Orada başqa məsələlər də var. İkinci sahabə kim olub? İslamı gətirənlərdən. Sultan ibn Rabihə Əl-Bəhili. Üçüncü kim olub? Onun qardaşı. Abdurrahman ibn Rabihə Əl-Bəhili. Sən təsəvvür elə, 3 dənə komutan gəlir, yanlarında ordu olur, yanlarında dəvətçilər olur və Azərbaycan torpaqlarına girirlər və müharibəsiz sülh şəkildə İslamı ərz eləyirlər insanlara, anlatırlar və Azərbaycan sülh və əmin-amanlıq və öz razılığı ilə bölgə olaraq İslama girir. Bu da bir parantez açmaq lazımdır, Fəxruddin. Bizim bəzi bölgəmizdə yanlış bilgən ifadələr var. Biz qılınc müsəlmanıyıq. Heç bir zaman İslamı Azərbaycan milləti, Azərbaycanlılar və yaxud da desək, indiki coğrafiyamızda olanlar İslam dinini qılınc gücünə qəbul eləməyiblər. Tarixi olaraq bunu kimsə ispat edə bilməz. Bu, qılınc gücünə məzhəbdən məzhəbə keçmək cərəyanları olub sadəcə. Bu da İslamın təməli demək deyil. Ona görə, məsələn, bu tarixi şeylər tək müsəlmanlar tərəfindən tədvin olunmur ki, təlif olunmur ki, yazılmır ki. Müstəşriqlər var, qeyri-müsəlmanlar var, tarixlə ilgilənənlər var. Hətta bir çox kitablar adı deyə bilərəm. İstəyənlər qayıtsın oraya, görərlər ki, İslamın Azərbaycana, bu bölgəyə girməsi müharibə ilə deyil, sülhlə olmuşdur. Deməli, 1-ci əsrdə haraya girir? Azərbaycana gəlir. Ondan sonra, Azərbaycandan sonra biraz müqavimət o vaxtı Xəzər yahudiləri ilə, o bölgədə yaşayanlarla biraz müqavimət göstəriblər. Lakin daha sonra sülhlə məsələ həll olub. Daha sonra 1-ci əsr, 3-cü əsr sıralarında Dağıstana keçir İslam dini. Və Dağıstanlılar əsl Dağıstanlılarla ilgili yazılanda kitablarda
Orada bir ifadə keçir. Qafqazın əsl sakinləri deyilən. Yəni bu onu göstərir ki, oraya insanlar orada yaranmayıb ki, kimsə hardansa haraya köçüb. Bu köçmənlərin Qafqaz coğrafiyasını özünə vətən olaraq seçənlərin içində ilk oraya gələn qəbilələrdən, millətlərdən biri Dağıstanlılar olub. Ləzgilər olub, avarlar olub, caxurlar olub və başqaları olub. Və bunlar ən asan İslamı qəbul edən və mənimsəyən qəbilələrdən biri olub. Ondan sonra 3-cü, 5-ci əsrin arasında Dağıstanın təsiri ilə İslam dini Çeçenistana, İnguşetiyaya keçib. Oradan Kabardinlərə, Balqarlara keçib, Çərkəzlərə, Osetiyaya keçib. Bu bölgənin içində ən gec İslamın gəldiyi yerlərdən biri Gürcüstan, mənim yaşadığım ölkəm, vətənim. Gürcüstan olub və bura gec ulaşmağının səbəbi də Gürcüstanda o dağların, o qarların o maneliyi. İndi fikir ver. İslamı Gürcüstana gətirən sahabənin adı isə Həbibdir. Habib İbn Məsləmə el-Fihri radiyallahu anhu. Gəldikdə, Gürcüstana girdikdə oradakı dağlar, oradakı qayalar, oradakı yollar bir də Gürcülərin nə qədər dinə bağlı olduğunu kəşf eləyir. Yəni Xristiyan dinə Xristiyan. Çünki Bizanslara bağlı idilər o vaxt. Bizanslara bağlı idilər və Xristiyan dinini mənimsəmişdilər. Və kilsələri uçurmur. Habib İbn Məsləmə radiyallahu anh kilsələri uçurmur. Və İslam orada bir müddət hakim olsa da insanlar əksəriyyəti öz dinin üzərində qalır. Və buradan bir nəticəyə gəlirik Fəxruddin. İslam dini gəldikdən sonra o qəbilələr arasında olan o çatışmalar ki var idi. Qəbilələr arasında, filanlarla filanların arasında, torpağın üstündə, qışlığın üstündə, otlanacaq sahələrin üstündə, ticarətin üstündə, onun üstündə İslam dini gəldikdən sonra buna da nihayət qoyulur. Buna da son qoyulur. Artıq bunun üzərində də mücadilə olmur. Qafqaz neynir? O millətlər arasında sevgi, əmin-amanlıq, birlik və bərabərlik nə olur? Yayılır. İndi fikir ver. Sən çaxursan, düzdürmü? Sən çaxursan. Məsələn, Zaqatala, Balakyadan, Qaxda, Şəkidə, bu regionlarda nə qədər Caxur qəbiləsinə mənsub kəndlər var və qəbilələr var. Düzdürmü? Ən böyüyü də Muxax. İndi get Dağıstana get. Orada da nə qədər Azərbaycanlılar görəcəksən. Azərbaycanlı kökənli, türk kökənli kəndlər görəcəksən. Get Osetiya, eyni şeylə qarşılaşacaqsan. Gürcüstana gəl, eyni şeylə qarşılaşacaqsan. Gürcü kəndləri var Azərbaycanda, Zaqatalada, Əliyabad, İnglolar deyirlər. Evet. Deməli, bu hamısı nəyi göstərir? Biz İslam dini gəldikdən sonra çox qaynamışıq, çox qarışmışıq. Biz köçmüşük, getmişik, gəlmişik, daşınmışıq. Kim harda rahat eləyibsə orada yaşamağa qərar verib. Evləniblər və s. kimi. Bu qısa olaraq o nəticəyə gəlirik. Bizim coğrafiyamız, bizim tariximiz budur. Bizi İslam dini gəldikdən sonra biz daha da mehriban olduq. Daha da bir olduq. Biz daha da bərabər olduq. Daha da şirin olduq. Və region olaraq bölgəmiz daha da inkişaf elədi. Lakin bunu da demədən keçə bilmərəm. Bu Qafqazda olan bu fərahlıq, bu rəfahlıq, bu huzuru hər zaman xaricdən, Qafqaz regionunun kənar olan imperatorluqlar tarix boyu qarışdırmağa çalışıblar. Millətlər arasında deyil, siyasi olaraq gərginlik çıxartmağa çalışıblar. Bu əvvəllər belə baxsaq, Fars imperatorluğu var idi, Osmanlı imperatorluğu var idi, Rus imperatorluğu var idi. Bu böyük imperatorluqlar aralarında olan siyasi məsələlərə görə adətən gərginlik baş verib. Amma millətlər arasında nə olub? Hər zaman sayğı, hörmət və birlik, bərabərliyə dəstək olub. Saxur köyündə Nizam-ül-Mülk zamanında ilk deməli Qafqazda 1075-ci ildə medresə qurulmuş və aynı medresə o zaman Gəncədə, Saxurda, İsfaxanda, ondan sonra Bağdadda, Səmərqandda və xəlifətin farklı yerlərində olmuş və deməli bu kakraz bu başqa məzhəblər hansılar ki bizim əhl-i sünnə məzhəbinə zidd məzhəblər yayılmasının qarşısını almaq üçün olmuşdur. Nizam-ül-Mülk hətta bugünkü gündə Suriyada vaqflar var. Bəli. Suriyada kitabxanalar var. Suriyada mədrəsələr və məscidlər var. Nizam-ül-Mülkün təsis etdikləri. Bunun Qafqazda yayıldığını mən ilk dəfə eşidirəm. Saxur kəndində Zəkəriya Əl-Kəzvini kitabında
Asarel Bilad ve Ahbarul İbad Evet. kitabında bunu qeyd olunur və deyilir ki, burada ilk olarak İmam Şafii'nin deməli tələbəsi, İmam Şafii'nin tələbəsi Şeyx Muzani'nin Muxtasar-ı Muzani kitabını qədim o vaxtdakı Lakzan dilinə, yəni o vaxtı leklər, yəni bu ləzgilər, qısaca ərəblər bunlara lek deyibləmiş, Lakzan dili olmuş. İndi fərqli dillərə çevrilib və orada o kitabı tərcümə ediblər və ondan sonra İmam Şafii'nin məzhəbi bütün Qafqaza yayılıbdı. Bu Zekeriya el-Kəzvinin kitabında geçir. Xüsusən də Şimala, Çeçenistana və s. İnguşetiya hər yerə. Bir də şunu qeyd etmək istəyirəm, çoxları bilmir. Yəni bir problem var. Yəni problem yoxdur əslində, o problemi yaratmaq istəyirlər bəzi qüvvələr. Yəni bizim Azərbaycanda birliyimizi pozan, yəni ermənilər deyək, belə deyək, ermənilərə onlar bu hamleler yapıyorlar Türk demişken ama elhamdülillah her zaman boşa çıkır. Çünkü bizler varıq onların önünde ve onlara biz inşallah fırsat vermərik. Bəzi nasyonalistler, sadvalçılar, padvalçılar vesaire ve her zaman onlar bir şeyler iddia edirlər ki, ama bir şey kaçırırlar ki, siz qeyd etdiyiniz kimi mesela bu Ləzgi milləti sərhəddən bölünübdür. Bunlar qaçırırlar ki, bu Ləzgilərin Dağıstanda və Azərbaycanda olmağın veya bölünmağın ən birinci səbəbkarı Çar ordusu olubdu. Yəni o Çar ordusu bizim əcdadlarımızla vuruşub, bizim əcdadlarımızı deməli genosid ediblər. Hətta bizim məsələn Saxur millətini onlar komple tamamen bütün kəndləri Dağıstandan sürgün ediblər və bizim millətdən sayından 10 kişiden bir kişini hayatta bırakıblar yani. Bunu qeyd eləmək istəyirəm ki, yəni adamlar tarixi doğru bilsinlər, kimin kim olduğunu doğru bilsinlər və onu da qeyd eləmək istəyirəm ki, Osmanlı'nın en son şəhidləri Mahaçqalada Rusların komünistlərlə savaşda veriblər. Və zamanında Dağıstandan gələn ordular gəlib erməni müsəlman davası keçmişdə belə deyirlər. Hətta Zeynalabdin Tağıyevin çağrısı ilə, çünki Zeynalabdin Tağıyevin qohumçuluğu varmış avarlarla, onun çağrısına Dağıstandan ordular gəlib Bakıya köməyə. Yəni Azərbaycan, Dağıstan, Qafqaz hər zaman bir-birinə dəstək, yardım etmək olub, millət söhbəti olmayıbdı. Hətta bu tarixdə də erməni və müsəlman davası kimi keçir yəni. Onu qeyd eləmək istirdim şeyx. Sizin sözünüzə əlavə olaraq. Hocam bir önemli məsələyə toxunmaq istəyirəm. Bilirsiniz Azərbaycanda bölünmə var. Qardaşlar bölünübdür, filan kəskidir, şucudur. O deyir ona qulaq asma, bu deyir buna qulaq asma. Bunun səbəbləri nədir və bunu nasıl çözə biliriz? Fəxri, bu geniş mövzudur. Yəni İslam aləminə baxsaq bir çox yerlərdə bölünmələr, parçalanmalar var. Qafqazda da baxsaq, Qafqazda da var. Lakin nisbətən Azərbaycanda bu sanki daha çoxdur. Bu bölünmə, parçalanmaları. Bugün belə baxsaq sahəyə bir tayfa var. Bugün bir qrup var. Azərbaycanı bugün elə təqdim eləyir ki, sanki Azərbaycanda bir dini qruplar var və bu dövlət üçün, coğrafiya üçün çox təhlükəlidir. Bax, belə bir obraz təqdim eləyirlər. Yəni, güya Azərbaycanda böyük bir təhlükə var, böyük bir kütlə var ki, bunlar dövləti alt-üst eləyərlər, hökuməti endirərlər, bunlar bölgə üçün çox təhlükəlidir və bu tayfa, bu kütlə güya hamilərdir. Bunlar sadəcə bunu qoruya bilirlər. Və bunu önə sürərkən də çox yalanlar, ondan sonra iftiralar, əslində əhl-i sünnənin yolu olmayan mənhəclərə baş atırlar, can atırlar, yol atırlar. Bunu da nəyin altında? Bunun da sələflik altında, bunun da orta yol altında belə bir tayfanın, qruplaşmaların olduğunu görürük. Halbuki, bunu nəyə görə deyirəm? Mən Qafqazlı olduğum üçün, coğrafiyanın adamı olduğum üçün, hətta İslamın Sovetlər Birliyinin ayrıldıqdan sonra
ən yayılmağa başladığı dönəmindən bu günə kimi bölgəyə şahid olduğum üçün mən bunu rahat danışa bilirəm. Halbuki belə baxsaq Azərbaycanda elhamdülillah belə bir təhlükə yoxdur. Xüsusən də Azərbaycandan hətta Sovetin ən qatı vaxtında belə dindarlar, məscidlər, ibadət edənlər əksik olmayıb. Sadəcə burada əllərinə nə qədər dini materiallar keçib, nə qədər dini öyrənə biliblər, o qədər insanlar dini yaşamağa çalışıblar. Müstəqillikdən sonra müxtəlif ölkələrdən, ərəblərdən, türklərdən, nə bilim, müxtəlif yerlərdən dəvətçilər gəldi. İnsanlarla görüşdülər, bölgələri ziyarət etdilər, məscidlər, mədrəsələr tikdilər. Sonra Azərbaycanın özündən xaricə, müsəlman ölkələrinə təhsil almaq üçün gedənlər oldu, gələnlər oldu və bu şəkildə yayılmağa başladı. Və bu mərhələnin içində, bu 30-40 ilin içində heç bir zaman bu təhlükə Azərbaycanda olmayıb. Hətta Azərbaycanın Sovetlər Birliyindən ayrıldıqdan sonra gələn hakimlərinin heç biri bu təhlükənin olduğunu dilə gətirməyib. Tam tərsinə, hər zaman dini fikirlərdə Azərbaycanda sabitlik olub və birlik bərabərlik olub. Mən bu şeyləri görəndə belə baxıram ki, bu belə bir tayfanın oluşmasının və bunların bu şəkildə belə təqdim eləməsinin arxasında bunların şəxsi mənfəətləri var. Bu nə Azərbaycana xidmət deyil, nə İslam dininə xidmət deyil, nə Azərbaycan coğrafiyasında yaşayan müxtəlif millətlərə xidmət deyil. Bu bir daşın üstünə qoyan bir ideya deyil bu. Mən rümüzləri də, şəxsləri də, bu şeyləri də mən qəşəng şəkildə analiz edib görmüşəm və bir çoxlarına da bu sahədə doğru bir mənhəc, doğru bir yolla getmələrini tövsiyə eləmişəm. Azərbaycanda birinci bunu bilməmiz lazımdır ki, belə bir təhlükə yoxdur. Fikir ayrılıqları varmı, cəmaatlar varmı, məzhəbləri varmı? Var. Amma bunlar dövlətə, millətə təhlükə törədəsi səviyyədə deyil. Bəzilər ola bilər müəyyən qruplar, ora-bura kimlərinsə xarici qüvvələrin əlində yem olub, müəyyən bir hədəflər üçün istifadə edilmiş olsunlar. Bu ola bilər. Lakin bunlar da o vəsf olunan qədər bir təhlükə kəsb eləmir. Sonra bunu bilməmiz lazımdır ki, bugün dini cəmaatlar yoxdur Azərbaycanda, dindar adamlar yoxdur. İstəyirsən Ərəbistan təhsilli olsun, istəyirsən İran təhsilli olsun, Türkiyə təhsilli olsun, Malezya, İndoneziya fərq eləməz. Dini təbliğ edən qurumlar yoxdur. Bunların bilməsi gərəkən çox önəmli şeylər var. Onlardan birincisi nədir? Biz hamımız madəm bu coğrafiyada yaşayırıqmı? Yaşadığımız coğrafiyanın əmin amanlığından bizim bir payımız var. Problemlər hamısı polislə həll olunmur. Hamısı istixbaratla həll olunmur. Hamısı bunların türmə ilə həll olunmur. Bir çox məsələlər var ki, ideoloji olaraq, fikir olaraq, mənhəc olaraq çözülməlidir. Və burada da bu dindar kütlənin üzərinə böyük bir məsuliyyət düşür. Bugün bu dindarlar, bu təbliğatçılar, bu dəvətçilər milləti bölmək, milləti parçalamaq, alt-üst eləmək, olmayan bir qorxunu cəmaatının içində yaymaq deyil, biz doğru olanları necə təqdim eləməliyik, ölkədə yanlış olan ideolojiləri necə düzəltməliyik, orada yaşayan millətləri bir-birinə necə sevdirməliyik, ipləri necə möhkəmləndirməliyik, bunların üzərində düşünməmiz lazımdır və bunları həyata keçirməmiz, icra eləməmiz lazımdır. Ona görə də bugün baxırıq, sünni təbəqəsində də problem var, ondan sonra şiələrdə də problem var. Bu risalənin tətbiqatında, az öncə dediyim tətbiqatında. Məsələ, fikir ver, bəzi sünni kəsimlərindən danışım bu. Mənim özüm, elhamdülillah, bu yöndə olduğum üçün. Məsələ, fikir verin. Bizim ölkədə namaz qılanların sayı, Azərbaycanda namaz qılanların sayı çox azdır. Ondan sonra dəvətçilərin sayı çox azdır. İslam alimlərinin sayı çox azdır. Başqa rəqəmlərə müqayisə eləsək. Misal üçün, Azərbaycanın əhalisi nə qədərdir Fəxruddin? 10 milyon deyil mi? 10 milyon və üstü biraz. Düzdürmü? Nə qədər Azərbaycanda həkim var bilirsən? Yox, hayır. Çox 28-32 min arası Azərbaycanda müxtəlif müəssisələrdə və ixtisaslarda həkim var. 10 milyon təsəvvür elə, 28-32 min arası. Nə qədər Azərbaycanda müəllim və müəllimələr var bilirsən? 163 minin üstündə.
163 minin üstündə təhsil ocaqlarında, müxtəlif ixtisaslarda müəllim və müəllimələr var. Gəl indi baxaq biz Azərbaycanda nə qədər İslami alim var, nə qədər dəvətçi var, nə qədər bizim coğrafiyada olan inanc, ideoloji problemlərin həlli üçün can atanlar var, nə qədər dinimiz olan İslam dininə mənsub olan, onu real olaraq yaşayan kəsim var. Sən rəqəm verə bilmərsən. Dəvətçilər, alimlərin əllə sayacaq qədər sayları var. Və indi sən təsəvvür elə, bizim ölkədə, məsələ, statiklərə baxdım, 2500 Azərbaycanda məscid var. İndi tikilmişdən getmir. Hətta Sovet dönəmindən öncə tikilənləri də nəzərə alsaq, haradasa bunlardan 1000-i fəaliyyət göstərmir. Ya uçurulub Sovet dönəmində, ya axıra çevrilib, ya tərk olunub, ya təmiri dayandırılıb, ya təmir üçün dayandırılıb və s. kimi. Yəni, haradasa %40-ı bunların fəaliyyətini dayandırılıb. Və ideolojik olaraq coğrafiyamızda başqa problemlər var. Hansı ki, Sovetlər dönəmində bu dəstəklənib. Məsələ, məscidlər ləğv olunarkən pirlər tikilib. Ziyarətgahlar tikilib. Şirk ocaqları, küfr ocaqları tikilib bölgələrdə. Məscidlər ləğv olunarkən. Mədrəsələr bağlanarkən klublar, diskotekalar tikilib. Düzdürmü? Və bunun da təsirindən hələ biz çıxmamışıq. Bax, Azərbaycanda, baxın, nə qədər cinayətlər törədilirmi? Yeni yetimlər olsun, nə qədər baş alıb gedir. Narkotik, uyuşturucu maddələr gənclər arasında nə qədər yayılıb. Boşanmalar nə qədər çoxdur. Şirk, küfürün içində boğulan nə qədər insanlar var. Tövhidi bilməyən nə qədər insanlar var. Ümumiyyətlə, İslam dinini qəbul eləməyən, İslam dinindən xəbəri olmayan nə qədər adam var. İslama qarşı mənfi fikir daşıyan nə qədər insanlar var. Vətənpərvər olmayan, baxmayaraq Azərbaycanda yaşayır, başqa ölkələri üstün görüb göz tikən nə qədər təbəqələr var, nə qədər insanlar var, çoxdular. Bu qədər problemlərə rağmen, təsəvvür elə, bir kəsim gəlir, coğrafiyamıza, ideolojimizə, adət-ənənələrimizə uyğun olmayan ideyalar sürür ortaya. Məsələ fikir verin, dediyim kimi o qədər problemlər var, gəlirlər nədən danışırlar, filan haqqında nə deyirsən sən? Filan haqqında nə deyirsən? Filan Mumeyyə-dir, filan hizbidir, filan ixvandır, filan xavaricdir. Bunu əgər bir insan haqqı ilə deyərsə, başımın üstə yeri var. Gözəl. Bu təhlükəli məzhəblər, fikirlər, ideyalar varsa, önə sür və bunun müalicəsi ilə bərabər. Amma sən ittiham eləyirsənsə və yaxud da bununla məşğulsansa və yaxud da ittiham elədiyin adamlar əslində sənin ittihamlarından və yaxud da apardığın bu ideolojik yanlış yoldan bərilərdirsə, sənin bunu danışmağın nə mənası var? Azərbaycanda bugün insanlar bilmir Mumeyyə nə deməkdir. Hizbi nə deməkdir, İxvan nə deməkdir. Ondan sonra Murciyə nə deməkdir, Əş'ari nə deməkdir, Mətrudi nə deməkdir. Ya bunu insanlar bilməsi üçün orada İslamı real olaraq yaşayan kütlənin çox olması lazımdır. Məsələn, Səudi Ərəbistana gedirlər, oxuyurlar, gəlirlər. Bu söhbətlər orada çox olduğu üçün gəlirlər Azərbaycanda bunu təbliğ edirlər. Dağıstanda bunu təbliğ edirlər. Nə bilim, Gürcüstanda və yaxud da başqa coğrafiyalar. Bu yanlışdır, qardaş. Səudi Ərəbistanda uşaq doğulanda aparırlar, bağçaya qoyurlar. Bağçada uşaq din öyrənir. 1-ci sinifdən 12-ci sinifə, 11-ci sinifə kimi uşaqlar dinin bütün təməllərini öyrənirlər. Bütün təhsil mərtəbələrinin hamısında dini təhsil var. Ona görə orada bu şeyləri danışarkən o İslamı real yaşayan kütlənin yanlış ideolojiya, fikirlərə düşməməsi üçün bu fikirləri ortaya qoyurlar ki, bəli, sən ixvan yöntəmli olmayasan, ondan sonra xavarici olmayasan, ondan sonra nə bilim mu'təzilə olmayasan, murciyə olmayasan, təkfirçi olmayasan, bu yanlış düşüncələrdən insanları çəkindirirlər. Nəyə görə? Çünki orada tasfiyə deyirik də, yanlışı doğrudan seçmək, din çərçivəsinin içində bu var. Biz gəlib baxsaq bizim coğrafiya, baxaq Gürcüstana, baxaq Azərbaycan, baxaq Dağıstana, nə qədər bizim Səudi Ərəbistanda olan imkanlardan payımız var ki? Xeyr. Azərbaycanda dindar kəsmə baxsaq, çox azdır real ibadət edən. Ona görə sən gətirib bugün böyük bir əsas problem budur ki, bunu gündəmə gətirdiyin zaman, bu da bir neçə fəsad çıxır ortaya. 1. Dəvətin səhvi parçalanır. Dəvətin səhvi ortada parçalanır və ortada bu terminlər istifadə olunarkən dini qurmaq, dini qorumaq deyil. Dini yıxmaq, baxın, bu çox önəmlidir. Dini yıxmaq
və filanın cəmaatı məsələsi gəlib çıxır ortaya. Fikir verin, əgər o tənqidlər yoxdurmu? O qoşulan adlar yoxdurmu? Əgər bu İslami ədəblə, İslami qayda qanununa olmursa, bunun nəticəsi nə olur? Filanın cəmaatı, bir də filanın cəmaatı. Bizdə real olaraq bu deyilmi? Üzürlü say, mən fikrimi tamamlayayım. Real olaraq budur. Sən kimin cəmaatındansan? İslamda kimin cəmaatından deyəsən bir söhbət yoxdur. İslam dinində Muhammed sallallahu aleyhi və səlləm var, bir də onun yolunun davamçıları var. Allah Teala Quran-ı Kərimdə nə deyir? Qul hâzihi səbili əd'u ilallahi alə basiratin ənə və mən ittəbə'ani. De, bu mənim yolumdur. Mən Allahın yoluna bəsirət üzrə dəvət edirəm. Mən və mənim tabiçilərim. Biz bugün Muhammed sallallahu aleyhi və səlləmin tabiçisiyik. Onun yolu ilə getməliyik. Filanın cəmaatı, Fehmanın cəmaatı olmamalıdır. Bu məfhum da olmamalıdır. Bu nə ölkəmizə xidmət eləmir, nə dinimizə xidmət eləmir, nə coğrafiyamıza xidmət eləmir. Birinci fəsad nədir? Baxın, bu cür dedikoduların, ad yaxmaların, ondan sonrası şeyin arxasında əsas iki hədəf var. Bir, şəxsi mənfəət. Yəni, sanki bu şeyləri önə sürərkən o kütlə, bayaq dediyim o tayfa hökumətə nəyi göstərir? Baxın, biz ən doğru olanlarıq. İmam bizi qoyun, bizə vəzifə verin, bizə imkanlar yaradın. Bax, bizik. O birislərin hamısı yanlışdır. Bunun arxasında, əslində pərdə arxasında şəxsi mənfəət, kəpik-küpük din adı altında axtarmaqdır. Başa düşürsən? İkincisi də əslində İslamın yayılmasının qabağını almaqdır. Biri iman zəifliyidir, qardaş, biri də nifaqdır. Biri iman zəifliyidir, biri nifaqdır. İkisi də, bunun üçüncüsü yoxdur, iki şərdən biridir. Fəsadlardan biri nədir? O ki, dəlilsiz, subutsuz yerə insanlara ad qoşurlar. O qədər dəvət olunası, İslam risaləsi çatdırılası məkanların olmağına rağmen baxmayaraq ki, belə şeylərlə millətin başını qatırlar, nəticə nə olur? Dəvətçilər gözdən düşür. Hətta qarpız satan, xiyar satan, kələm satan dəvətçiləri tənqid eləyir. Onlar haqqında pis-pis ifadələr işlədirlər. Bunun nəticəsi budur. Əgər müəyyən adamlar oturub dəvətçi kimi özlərini təqdim edib, sonra millətin başını söyünclə, təhqirlə, istihza ilə, hırtıldıya gülməklə belə şeylərlə qatırlarsa, onlar kötü, pis örnək olurlar ölkəmizə də, millətimizə də, gənc nəslə də və beləliklə İslam risaləsini daşıyanlar neyinir? Gözdən düşürlər. Fəsadlardan biri nədir, qardaş? Fəsadlardan ən təhlükəlisi insanların İslamdan nifrət eləməsi. Nə qədər adamlar var, deyir ki, bunlara bax, misal ki, real dəyəcəm. Mədinədə oxuyublar, hamısı bir-birlərini qırırlar. Hamısı bir-birlərini qırırlar. Baxın, bir söz dəyəcəm, Fəxri. Vallahi deyirəm, bax, qəlbimdən axır bu söz mənim. Əgər doğrudan da Allahın dini öndə tutulsa, əgər doğrudan da kitab və sünnə hakim olaraq qəbul olunsa, bu iddiaçıların arasında bu ixtilaf ola bilməz. Mümkün deyil bu. Allah Teala Quran-ı Kərimdə deyir ki: "Və la tanaza'u fetefşelu ve tezhebe rihukum wasbiru innallaha ma'as-sabirin." Siz tartışmayın. Bak, birbirinize ad qoşmayın, birbirinize iftira atmayın, birbirinize böhtan atmayın və hikmətli olun. Yoxsa zəifləyərsiniz, heybətiniz gedər, səbirli olun. Yəni bu ayəti biz bildikdən sonra niyə həyatımızda icra eləmirik ki? Niyə qorxaq olur ki bir dəvətçi? Niyə cəsarətsiz olur ki bir dəvətçi? Niyə şərbaz olur ki bir dəvətçi? Niyə İslam dinini önə sürüb altından qəpik-küpük qazanmaq üçün dinini satmalıdır ki bir dəvətçi? Əgər biz həqiqəti, haqqı istəyiriksə doğrudan da, İslamın doğru şəkildə yayılmağını istəyiriksə, biz bunu oturub üz-üzə danışıb çözməyə cəhd göstərməmiz lazımdır. Oturub danışmamız lazımdır. Mən səndə bir yanlış görürəmsə, sənin qabağında oturub onu üzvə deyəsi və onu sana ispat eləyəsi qədər məndə həm elm olmalıdır, həm cəsarət olmalıdır, həm də kişilik olmalıdır. Baxın, bundan qaçanlar bu vəsflərin heç birini daşamır. Nə cəsarət daşamırlar, nə kişilik vəsfini daşamırlar, nə həqiqi elm əhlinin sifətini daşamırlar. Və meydan adətən beləsilərin əlində qaldığı üçün bəzi regionlar, bəzi yerlərdə bu qədər fəsadlar çıxır bölgədə ortaya. Sual verirəm. Bu cür olsa, meydan hası ki belədir, bəzi yerlərdə, hər yerdə demirəm, bu bir ölkənin, müsəlmanlarının, sakinlərinin, dövlətimizin faydasına ola bilərmi, xeyrinə ola bilərmi?
Bu ancaq şər qapısı aça bilər, doğrudurmu? Ona görə qardaşlar, mən bütün qardaşlardan və bacılardan onu bilmələrini istəyirəm ki, baxın, bacıların və qardaşların bu məsələyə çox diqqət etmələri lazımdır. Hər islah iddia edən islahçı deyil. Hər İslamı iddia edən müsəlman deyil. Hər sələfliyi iddia edən onların yolu ilə getmir. Və bunları mütləq real dəlillərlə insan isbat eləməlidir. Məsələn, bir şey də deyim qardaş, söz düşmüşkən, ortaya çıxma eləyərkən. Məsələ fikir verin. Əgər bir bölgədə dəvətçi kimi təqdim olunanlar, elm adamlar kimi təqdim olunanlar özləri real həyatlarında əməli olsun, fikir ayrılığı olsun, ixtilaflar olsun, kitab və sünnəni özləri həyatlarında hakim tutmazlarsa, avam cəmaata, təhsilsiz olan cəmaata və yaxud da İslamda yeni olan, İslamı dərindən bilməyən insanlara örnek ola bilərlərmi? Hayır. O zaman da nə olacaq? Bu reallaşmadığı üçün bizim Azərbaycandakı millətin çoxuna fikir verin, bizim tələbələrə qulaq asmırlar. Başqa ölkələrin adamlarına qulaq asırlar. Nə qədəri olubdur ki, vallahi deyirəm. Bax, vallahi deyirəm, Azərbaycanlılar, minlərlə qardaşlar sosial şəbəkə üzərindən və yaxud da ətrafımdakı olan insanlar üzərindən mənə suallar yönləndirirlər, dərdlərini danışmaq istəyirlər və yaxud da məsləhət almaq istəyirlər. Mənim bir dənə sadəcə cavabım olur. Qardaş, Azərbaycanda yüzlərlə tələbə var. Siz niyə onlardan soruşmursunuz ki? Hər bölgədən oxumuş tələbələr var və yüzlərlə. Niyə onlardan soruşmursunuz ki, siz məndən soruşursunuz? Xoşa gəlməyən şeylər deyirlər tələbələr haqqında. Güvənmədiklərini, etibar eləmədiklərini. Hətta bəziləri çox çirkin ifadələr, at izi, it izinə qarışıb. Biz artıq başqa adamlardan dinləyirik. Ondan sonra da nə iddia olunur? Hər şey gözəldir, dəvət gedir. Elə deyil. Elə deyil qardaş da. Mən inşallah fürsət olsa Bakıda olan səfərimdən də danışacağım və gördüklərimdən də danışacağım. Bəli. Hocam, tam olarak bu mövzunun davamında Sovyet devrində bildiyimiz kimi İslamdan bir xəbər, yəni o vaxtı İslamı məhdudiyyət vardır. Allah hamı kimin valideynləri Allahın haqqına qovuşubsa, iman üzrə kim Allahın önünə, huzuruna çıxıbsa, Allah rəhmət eləsin hər kəsə. Mən bu mövzunun davamı olaraq buradan bir özüm müraciət eləmək istəyirəm. Bir də sizdən də xahiş eləmək istəyirəm ki, mən desəm ki, mənim əmim var, mənim dayım var, mənim xalam var, mənim bibim var. Mənim yaşında olan qardaşların da mühtəmələn onların da dayıları, əmiləri, xalaları, bibiləri, anaları, ataları var ki, hansılar ki Sovet devrindən elə bil ki bu zamana qədər namaz qılmayıblar, tam olaraq riayət eləmirlər dinin bütün əməllərini, amma onların ədəbi, onların əxlaqı, onların dürüstlüğü, onların kişiliği, onların sözün üstündə durmağı əmanəti halə bizdən ötəri örnəkdir. Mən bizim ailəmi, bizim nəslimi tərifləyib demirəm. Bu bütün nəsillərdə, bütün ailələrdə bu yəni keçmiş bagaj olan adamlar və siz dediyiniz kimi onlar da bizə baxırlar. Baxırlar. Onlara biz gəlib dəvət edəndə onlar deyirlər ki, ha bu başa düşə bilməyik. Siz filan kəsçi, ona qulaq asma, buna qulaq asma. Siz hələ bir-birinin aranızda bir yol tuta bilmirsiniz. Siz bizə gəlib yol mu öyrətəcəksiniz? Amma bu söhbətin məqsədi nə idi? Nəyə görə açdım? Birinci dua eləyək ki, inşallah ki bu bizim bu dərsimizi, bizim bu podkastımızı bizim yaxın əmilərimiz, dayılarımız, xalalarımız, bibilərimiz, qohumlarımız görsünlər ki, biz onları çox sevirik. Biz onlara çox hörmət eləyirik. Biz heç şübhəmiz yoxdur ki, siz vallahi bizdən daha çox müdriksiniz. Bizdən daha çox, çoxlarımızdan daha çox ədəb, əxlaq sahibinisiniz və biz istəyirik, Allahdan dua edirik ki, siz o müdrikliklə bizim önümüzdə imam olun, bizə örnək olun, biz də sizin peşindən elə bil ki, gedək və sizə də xahiş eləmək istəyirəm ki, mənim əmimə, mənim dayıma, mənim xalama, mənim bibimə və həmçinin mənim kimi qardaşlarına, qohumlarına bir müraciət edin bu konuda.
Açığı tabii ki bizim Azərbaycanlı olaraq, Qafqaz sakinləri olaraq son 100 ilin içində üzərimizdə böyük təzyiqlər tətbiq olunub. Yəni 1919-cu ildən ta 1990-cı ilə kimi. Bu təxmini 70 ilin içində biz Qafqaz müsəlman sakinləri deyim, müxtəlif bölgələrdə olmamıza baxmayaraq o dönəmdə yaşayan insanlara böyük əxlaqi təzyiqlər göstərilib, dini təzyiqlər göstərilib, ideoloji təzyiqlər göstərilib ki, bu şeylərin hamısından insanlar tənəzzül eləsinlər. Nəinki Allahın varlığı, Muhammed sallallahu aleyhi və səlləmin peyğəmbərliyi, əxlaqi məsələlərin də ortadan qalxmağını istəyiblər. İdeya bu idi. Allah yoxdur, axirət yoxdur, dinə inanmayın və siz yəni sərbəst olun bu məsələlərdə. Ona görə məsələ Sovetlər dönəmində zina məşhur o idi. Yəni bir adam zina elədi, deyir, götürüb o adamı məsələ hər hansı bir cəza tətbiq eləmirlərdi. Əsas baxırlardı ki, təcavüz olmasın, yəni zorlama olmasın. Ondan sonra buna bənzər məsələ ideolojik olaraq bir insan bir şeydən çəkinməyəndən sonra sən onu qanunla tamamilə sən çəkindirə bilmərsən. Baxın, inancla düzələn məsələ qalıcıdır. Qorxu ilə düzələn məsələ müvəqqətidir. Qorxu ortadan qalxsa, həmən şey qaydacaq. Misal üçün, sən qanun çıxardırsan ki, oğurluq eləsən, 1 kilo dəmirə 1 il türmə var. Düzdürmü? Adam nə edəcək? O 1 il türməyə girməmək üçün 1 kilo dəmiri oğramayacaq. Niyə? Türməyə girməkdən qorxduğu üçün. O qanun sabah qalxsa nə olacaq? Oğurluq davam eləyəcək. Amma bir adam inanc olaraq bilsə ki, Allah Azza və Cəllənin dinində sənin oğurluq etməyin icazəli deyil. Başqasının haqqına girə bilmərsən, bunun qiyamət günü bir hesabı olacaq. O, müsəlman olduğu sürəcə, inancı daşıdığı sürəcə onun əlini vurmayacaq. Ona görə ideoloji olaraq bütün dəyərləri insanların əlindən aldılar. Və buradan da nə oldu? Buna rağmen, bax buna rağmen, adamları namaz qılmağa qoymadılar, oruç tutmağa qoymadılar, başlarını zorla açdırdılar, dinə olan bağlılıqlarını, hətta ata-babaya olan bağlılıqlarını qaldırmağa cəhd göstərdilər. Buna rağmen nə oldu? Bizim atalarımız, babalarımız, əmlərimiz, dayılarımız, qohum-əqrabalarımız milli dəyərlərə sadiq qaldılar. Bax, vəfa var idi. Biz qonşularla böyümüşük. Qonşularla böyümüşük. Evdə təndirə əhbəh deyirik də. Biz əhbəh yapanda, çörək yapanda kündəni artıq eləyirlərdi ki, mənim 4 dənə qonşum var, hərəsinə 2 çörək verəcəm. Evdə çörək, yemək bişəndə suyunu artıq eləyirlərdi ki, bir cəmmən qonşuya şorba verəcəm. Biz harada gecəliyirdik, orada yatırdıq. İnsanlarda milli dəyərlərə sayğı var idi, vəfa var idi. Torba tikmək, aldatmaq, xəyanət çox nadir idi. Mən bir real gətirim, yəni bu şeyi dəstəkləmək üçün. Bizim kənddə baxırdım, 90-cı illəri mən yadıma düşən vaxtları deyim, 80-90 arası deyim, ta 2000-ci ilə kimi. Mən bizim kənddə, baxmayaraq Gürcüstanın ən böyük kəndlərindən biri bizim kənd, mən eşitmirdim ki, kimsə boşanır. Kiminsə boşanma səbəbi xəyanətdəndir. Ər arvadına xəyanət edib və yaxud arvad ərinə xəyanət edib. Və yaxud da kimsə kiminsə malına əl qoyub, kimsə kiminsə zülm eləyir. Milli dəyərlərimizi bizim əlimizdən ala bilmədilər. O qədər təzyiqlərə rağmen biz bunun üzərində davam edə bildik. Əxlaq çox böyük ölçü idi. Bəzən videolarda görürəm, məsələn, bir ağsaqqal adam gələndə gənclər ayaq üstə qalxır. Bu Çeçənlərdə, Dağıstanlarda, bəzi Azərbaycanın regionlarında, Gürcüstanda da hələ davam eləyir. Mən çıxdığım ailədən, mən babamı görmüşəm, atayım atasını görmüşəm, atamın öz atasına müamiləsini görmüşəm. Ona görə də mən bugün bu yaşıma rağmen mən atamın qabağında hələm ayağımı uzatmamışam. Atam oturan yerdə mən uzanmamışam. Atam mənə demir ki, sən uzana bilmərsən. Çünki mən bunu görməmişəm. Atam da eyni idi. Mən heç bir dəfə görmədim ki, atam bir dəfə də olsa həyatımda babam danışarkən sözünü kəssin. Asla. Hətta o əvvəlləri deyim də, o zamanlar babamın özü belə namaz qılmağa başlamadan öncə içki içərdi. İçki içəndə insan çox danışır da, bilirsən. Onu görürsən buradan, yəni adətən bunları biz belə görmüşük. Saatlarla babam danışsa da atam qabağında oturardı, sözünü kəsməzdi. Ədəb deyilim qardaş, əxlaq deyilim. Və biz bunu hər yerdə görə bilərdik. Sən get qaxa, qaxda elə idi.
Zaqatalıdır, Balakanda elə idi, Bakıda elə idi. Get Sumqayıta, get Qobustana, get Siyəzənə, Azərbaycanın hər bölgəsinə getsən, bu adət ənənələrə sadiq idilər. Ona görə bizə indi bugün nə lazımdır? Həm onların o dəyərlərini qoruyaq, həm onlardan gözəl bu tərbiyəni götürdüyümüz üçün onlara mütəşəkkir olaq, həm də İslamla bunun üzərində qalanını da gözəlləşdirək. Bəli. Bu arada hocam, hicab ilə ilgili son zamanlarda çox müzakirələr gedir, xəbəriniz var. Buna münasibətiniz və sizin Gürcüstandakı bu hicab məsələsi ilə təcrübənizi danışa bilərdinizmi? Bəli, bax, hicab məsələsi birincisi bu. Bu dində qırmızı xəttdir. Heç kimsə onu üzərindən keçməyə haqqı yoxdur. Hicab məsələsi bir müsəlman üçün bir seçim məsələsi deyil. Eyni namaz necədirsə, İslam dinində baxışımız namaz qılmağa necədirsə, bir möminət həddi buluğa çatmış bir qadının hicabına mövqeyimiz eynidir. Həccə getməyin hökmü nədirsə, İslam dinində baxışımız necədirsə, hicaba da baxışımız odur. Sadəcə hicab bizim üçün, belə deyək də, sadəcə bu dini məsələ deyil. Həmçinin hicab məsələsi bir milli adətimiz məsələsidir. Bizim nə qədər var Qafqaz milləti olaraq, Qafqaz müsəlmanları olaraq, bugün hətta hicabın əleyhinə danışanlara baxsaq, onların analarını özlərini hicablı qadınlar doğublar. Onları o bəyənmədikləri hicablı qadınlar tərbiyə ediblər. Avropa kimi, Amerika kimi kim kimdən doğuldu, kim kimdən oldu, kimin atası kimdir, bilməyən bir vəziyyəti biz yaşamamışıq ki, kimsə bugün gətirib bizi başqa ölkələri bizə örnək göstərsin. Birincisi Allahın əmridir hicab. İkincisi bizim adət ənənəmizdə hər zaman keçmişlərimiz, ağ birçəklərimiz bununla onların şərəfi, namusu, qeyrəti olub hicab məsələsi. Üçüncüsü bu heç bir zaman nə təhsilə, nə coğrafiyamıza müxalif olan bir durum deyil. Çünki hicab insanın zehnini, elm, təhsil almaq insanın zehni ilə, bir də imkanları ilə bağlı olan bir şeydir. Bu heç bir zaman oxumağa, yazmağa, öyrənməyə mane olan bir unsur deyil. Tam tərsinə. Biz pratik olaraq onu görmüşük ki, mən bilirsən Avropanın bir çox ölkələrini mən ziyarət eləmişəm. Bir çox universitetlərini ziyarət eləmişəm. Hətta müxtəlif şəhərlərində, konferanslarda iştirak eləmişəm. Avropanın özündə bu hal-hazırda o qədər hicaba hörmət, o qədər hicaba mərifət var ki, hətta o qədər hicablı oxuyan, təhsil alan insanlara rəğbət və sayğı var ki, düşündüyümüzdən qat-qat çoxdur. Onu göstərir ki, əslində hicab geyinərsə bir qadın öz iradəsi ilə kiminsə zorla təzyiqi olmadan, xüsusən də həddi buluğa çatdıqdan sonra o bölgədə daha çox fahişəlikdən uzaq qalır. Əxlaqsızlıqdan uzaq qalır. Və yaxud da kimsə onu, belə deyək, istismar etməkdən salamat qalır. Və obyektə çevrilmir qadın. Bu projelərə girmir. Adətən hicab tənqidçilərinə baxsaq bugünkü gündə, dünyanın hansı yerində olursa olsun, onların dərdi əslində belə də örtü deyil. Hicablı qadınları fahişəliyə, əxlaqsızlığa sövq eləməkdir. Onların örtüsünü çıxartdırıb, onların bədənlərinə ulaşmaq yollarını asanlaşdırmaqdır. Bu da mümkün deyil ki, bizim coğrafiyamızda bu insanların dedikləri olsun və yaxud da ola bilsin. Bizim üçün onlar o hicabın əleyhinə danışanlar, qadın olsun, kişi olsun, kim istəyir olsun, bizim üçün bunlar dini örnəklər deyil ki, hətta bizdəki bunların danışdığı məntiq. Hətta bəzi dırnaq arası dindən xəbəri olmayan adamları görürəm ki, bəzi verilişlərə çıxardırlar, hicab haqqında bundan fikir alırlar. Düzgün adamlar çıxartsınlar. Dininə, imanına, əxlaqına qeyrət olan adamlar çıxartsınlar. Şəri elm üzrə doğrudan da mütəxəssis olan adamlar çıxartsınlar. Azərbaycanın milli dəyərlərindən xəbər olan adamlar çıxartsınlar. Azərbaycanın mənfəətini, Azərbaycanın müstəqilliyini, Azərbaycanın güvənliyini, əmin-amanlığı düşünən insanlar çıxartsınlar. Milli adamlar çıxartsınlar. Vətənpərvər adamlar çıxartsınlar. Heç birinin bu məsələdə onların fikrinə dəstək verəcəyini sən görə bilmərsən. Bugün pis təqdim olunur Fəxrüddin. Pis. Yəni sanki biz qızlarımızı zorla hicab geyindiririk, onların hürriyyətini əlindən alırıq, sanki biz onları boğuruq, sanki biz onların belə deyək də, yəni inkişaf eləməsində belə deyil. Onlar özləri real bu həyatı yaşamadıkları üçün, görmədikləri üçün bu sadəcə Azərbaycanın və yaxud da dinin xeyrini istəməyən adamların uydurduqlarının projələrindən bir hissə olmağı seçiblər. Bəli.
Bu arada hocam podcast'tan önce papakla ilgili dediniz, papak. Fahruddin neye göre papak meselesini, buna da bir aydınlık getirebilir misiniz? Çok merak ettim. Qafqazda hətta bizim atalar sözlərimiz var, milli sözlərimiz var ki, papaq kişidə bir rəmz olub, kişilik rəmzi olub. Estağfurullah, bəzi sözlər var, onu hətta ifadə etmək istəmirəm. Bir adama söyəndə papağına söylərdi. Bir adamın ailəsi, ya da bir adamın qızı pis yola baxanda, arvadı pis yola baxanda onu papağına söylərdi. Yəni kişiliyə rəmz olaraq. Papağın bir mənası olub, təbii ki, Qafqazda hər zaman. Ona görə məsələ köhnə şəkillərə baxsan, köhnə filmlərə baxsan və yaxud da yəni götürüb tarixi olaraq oxusan, sən başı açıq və yaxud da belə dar paltar geyinən kişilər sən görə bilmərsən. Buna pis baxıblar. Yəni başı açmaq, başı açıq gəzmək bir küfür, şirk, günah, qeyrətsizlik kişi deyil mənasında deyil. Örf. Papağa örf olaraq bir sayğı olub. Bir də Qafqazın öz papağı olub. Məsələn, millətlərdə fərq var. Məsələn, Taciklərin papağını görmüsən? Evet, hər millətin özünə Qırğızların papağı var, Taciklərin, Özbəklərin. Və bu papaq dindarları da qoyublar. Dindar olmayanlar, hətta ateistləri belə o milli geyimlərini mühafizə ediblər. Məsələn, Qafqazda da elədir. Məsələn, Azərbaycanın buxar papaqları yoxdurmu? Məsələn, dindar kəsim qoyanla aşıqların qoyduğu biraz fərqlidir. Yəni bu papaqda bu aşıqdırmı, bu şairdirmi, bu imamdırmı, bu molladırmı? Qoçudurmu? Bəydimi? Bunlar fərqli olublar. Dağıstanda papaq növü, həcm, rəng, forma olaraq fərqli olub. Çəçənlərdə fərqli olub, İnquşlarda fərqli olub. Bunun bir siri var. Yəni bu papaqlar, bu qıvrım papaqlar yoxdur mu? Qıvrım, buxar papaqlar zat. Bunlar adətən o dönəmdə yalnız və yalnız dəridən düzəldilib. Dəridən düzəldilib. Və bunun hikməti də o olub ki, Qafqaz bölgəsi nisbətən daha soyuq olub. Və insanın vücudunu dəri qədər soyuqdan heç bir şey qoruya bilmir. Ona görə fikir ver, ayaqlarında nə olub? Dəri çarıqlar olub. Hətta qoyun dərisinin içinin yunu olub, o yunu qırxmayıblar. Çölü sudan, soyuqdan qoruyub, içi isə qızğın saxlayıb. O bir papaqlar ki var qoyun dərisindən olan, qıvrım olanlar deyil bu. Tüklü olanlar, çoban papaqları deyirlər onu adətən. Onun özü də bunun bir başqa versiyonudur. Ümumiyyətlə soyuq yerlərdə hər zaman və məsələn ərəblərdə bəzi şeylər görürəm, mənim gülmək tutur. Biz soyuq coğrafiyada yaşadığımız üçün onların nə qədər soyuqla necə davranması olduqlarını bilmədiklərinin farkına varır. Məsələn, adam soyuğu hardan çəkir Fəxri? Bir ayağından, bir də başından. Soyuq hardan? İnsan adətən hardan soyuqlu? Analarımız bilirlər bunu. Həmişə başımızı, ayağımızı qorun. Haysa o eşə çıxanda papaq qoy, ayağına corab giyin. Hətta qarın yundan örürlərdi, qalın corablar. Soyuq insan adətən ya başından soyuqlayır, ya da ayağından soyuqlayır. Qafqazlılar hər zaman ayaqlarını qoruyublar və başlarını qoyub. Başlarını papaqlarla və bir də o uzun bodu çəkmələrlə. İndi ərəblərdə görürəm, qış ayları olanda, bir də Gürcüstana gəlirlər. Qardaş, yanvar ayıdır. Minus 5 dərəcə soyuq var. Hər yer buzdur, dondurmadır. Başına papaq qoyub, qalın geyinib, ayağı yalın şəfqətə gəlir. Qardaş, sən hara gəlmirsən? Hətta soyuq olanda harayı qorumaq lazımdır, adamlar bilmirlər. Bizdə yəni bu məsələlər belə. Əziz tamaşaçılar, siz bu podkastda Şeyx Veysel'dən daha çox dini və dinin qəliz məsələləri barəsində bəlkə eşitmək istədiniz, amma biz gördüyünüz kimi fərqli məsələlərə toxunduq. Tarixdən danışdıq, həyatdan danışdıq və bunun davamında mən bir şeyə toxunmaq istərdim ki, bizim hocamız Allahın izni ilə həm real həyatda cəmaatın içindədir, məscidlərdədir və fəal konferanslardadır, forumlardadır, həm də ki internetdə və
fərqli sosial şəbəkələrdə də videolar paylaşır və bu çox önəmlidir və bu konuda hocamız dediği kimi statistiklərə görə çoxlu müəllimələr var, çoxlu mütəxəssislər var, amma maalesef dini təbliğ edən tələbələrimiz çox azdır. Və hocam soru şu, blogerlər, hansılar ki, məsələn, sizin tələbələriniz və yaxud bir müsəlmandır, aydındır, dindən xəbəri var, halalın, haramın olduğunu bilir. Onların deməli omuzlarında da varmı bu dəvət? Onlar da məsələn sosial şəbəkədə dindən, İslamdan danışmalıdırlarmı və bunun sınırları nədir? Nasıl onlar bunu yapmalıdırlar yəni? Mən qısa olaraq bu çox önəmli məsələdir. Mən istəyirəm Allahın izni ilə bu məsələ gözəl şəkildə bilinə. Çünki bunun üzərinə böyük hökmlər, böyük fəsadlar və böyük mənfəətlər qurulur. Bu məsələdə yanlış olanda bunun bədəli də ağır olur. Bu məsələdə doğru olarsa bunun faydası, xeyri də həmişə çox olur. Birincisi, bilməmiz lazımdır ki, İslamı təbliğ eləmək, İslamı yaymaq, dəvət eləmək hər bir müsəlman üçün fardu ayndır. Hər bir müsəlman üçün fərzdir. İslam dinini təbliğ eləmək sadəcə imamların, qazilərin, elm tələbələrinin, alimlərin işi deyil. Hər bir la ilahə illallah dən müsəlman olan adama Şeyx İbn Baz rahmehullah fətvalar kitabında demişkən vacibdir, fərzdir. Amma önəmli şərt nədir? Hər kəs bacardığı və bildiyi qədər. Sən bacarmadığın, bilmədiyin, məlumatın olmadığı mövzulara girməməlisən. O zaman sən gətirdiyin fəsad, verdiyin xeyirdən daha çox olur. Və burada önəmli olan nöqtələr var, onu bilməmiz lazımdır. Birincisi, var avam kütlə deyərkən, cahil kütlə nəzərdə tutmuram. Avam kütlə deyərkən, yəni İslamı dərindən bilməyən bir kütlə. İslamı detayları ilə bilmir, müsəlmandır, namaz qılır, oruçdur və s. kimi. İkincisi var, dəvətçilər, elm tələbələri, üçüncüsü də var alimlər və qazilər. Bunları mütləq ən azından avam təbəqə bunların arasında olan fərqləri bilmələri lazımdır. Çünki kriteriyalar var, ölçülər var, mizan var, vəsflər var, şərtlər var, əlamətlər var. Bunları bildikdən sonra qarşındakı insana müamilən, baxışın necə olmalıdır, onu kəşf edirsən. İkincisi də bu məsələyə toxunacağım qısa olaraq ki, yəni rol alanlar bugün dəvətdə, onlar özünü necə aparmalıdırlar? Hətta haqq eləmədiyi bir səviyyə özlərini qaldırmış hesab olmasınlar və yaxud da haqq elədikləri səviyyədən aşağı özlərinə müamilə olunmasına müsaade etməsinlər, imkan verməsinlər. Birincisi, qardaşım, əvvəl qeyd elədiyimiz kimi, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bəlliğu anni vələv əyə. Məndən bir ayə də olsa, təbliğ eləyin, dəvət eləyin. Bugün sən dindən öyrəndin ki, yemək yerkən sağ əllə yemək lazımdır, Bismillah demək lazımdır. Bunu öyrəndin. Sən də imkan varsa, ailə və uşaqlara, dostlarına bugün bu bildiyini təbliğ elə. Bunun adı nədir? Bunun adı dəvətdir. Ud'u ilə səbili rabbikə bil hikməti vəl məv'izatil həsənə. Allah Azza və Cəllə Muhammed sallallahu əleyhi və səlləm deyir ki, Rabbin yoluna hikmətlə dəvət elə. Peyğəmbər sallallahu əleyhi və səlləmə nazil olan ayələr, əgər onun xüsusiyyətini dəlalət edən başqa bir dəlillər yoxdursa, ümmətə də aiddir. Allah Peyğəmbər sallallahu əleyhi və səlləmə dəvət elə deyirsə, onun davamçılarına da dəvət eləmək nədir? Vacibdir. Lakin dediyim kimi nəyi bilirsən o səviyyədə. İkinci mərhələ, qardaş, elm tələbələri. Hər iki kitab oxuyan elm tələbəsi sayılmır. Hər bir xütbə verə bilən elm tələbəsi sayılmır. Hər bir mövzunu hazırlayıb, ya mikrofon, kamera önündə və yaxud da toyda, sünnətdə və yaxud da müəyyən bir məclisdə ərz eləyə bilən elm tələbəsi sayılmır. Elm tələbəsi sayılmaq üçün müəyyən bir kriteriyalar var, müəyyən bir səviyyə var. Sən ondan gəlib keçməlisən. Və eyni zamanda sənə lazım olan vəsflər var, sən o vəsfləri daşımalısan. Elm tələbəsi başda nə olmalıdır Fəxreddin? İxlas sahibi olmalıdır. İxlas sahibi olmayan bir elm tələbəsi, bir dəvətçi
nə elm tələbə etmək yolunda, nə dəvət yolunda başarılı olması mümkün deyil. Elm tələbəsi riyadan uzaq olmalıdır. Elm tələbəsi yaltaqlıqdan uzaq olmalıdır. Elm tələbəsi dini şəxsi mənfəətlərinə alət etməkdən uzaq olmalıdır. Bu din ixlas üzrə qurulur. Ona görə baxsaq, Sufyan Əth-Thawri rahmehullahın sözünə deyir ki, mən həyatımda ən çətin müalicə etdiyim şey mənim niyyətim olub. Davamlı şəkildə dəyişirdi, davamlı şəkildə dəyişirdi. Özdə sən təsəvvür elə, bir tələbə Mədinədə oxuyub gəlirsə, həmən çevirə nə edirlər? Şeyx ləqəbi qoyurlar. Şeyx. Bir sürə gəlir, sən artıq inanırsan ki, sən şeyxsən. Halbuki bir Mədinəni oxuyub gəlmiş adam, bir fakültəni bitirmiş, gerçək, yəni o bildiyimiz şeyx, alim mənası verən dərəcə gəlib çıxmır. Bir universiteti təhsil alıb gələn adam əlinə elmin haçarlarını almış olur. Sən hədis elmini necə oxumalısan, fiqhi necə oxumalısan, təfsiri necə oxumalısan, elmi necə genişləndirə bilərsən, onun haçarlarını əlinə almış olursan. Və sən gəldiyin zaman 2-3 adam, 10 adam, 50 adam sənə şeyx dedisə, sən qürurlanmamalısan. Məclislərdə başda oturmağa həmən can atmamalısan. Bölgədə söz sahibi olmağa can atmamalısan. Mütləq ixlas səni bu şeylərdən geri çəkməlidir. Elm tələbəsinin vəsf olunması lazım olan ən önəmli şeylərdən biri nədir Fəxruddin? Əməl. Mən bugün sənə danışım ki, bir elm tələbəsi olaraq fəcr namazını durmaq lazımdır, mömin sabah namazını durmalıdır. Amma mənim özüm yatıram. Mən sənə örnək ola bilərəmmi? Hayır. Sən məndən dini götürərsənmi, qardaş? Hayır. Mən bugün qalxım deyim ki, qeybət etmək olmaz, iftira atmaq olmaz, şər atmaq olmaz, insanları şərləmək olmaz. Ondan sonrasında da bu şeyləri mənim özüm icra edim. Mən sənin gözündə nümunə örnək ola bilərəmmi? Xeyr. Elm tələbələri ilk öncə nə etməlidirlər? İxlasdan sonra öz elmlərinə özləri əməl etməlidirlər. Abdullah ibn Ömər radiyallahu anhuma deyir ki, insanları əməllərinizlə dəvət eləyin, sözlərinizlə, kəlamlarınızla deyil. Mütləq nə olmalıdır? Əməlində örnək olmalıdır. Allah Teala Quran-ı Kərimdə nə buyurur Saf surəsində? Ya eyyuhellezine amenu lima taquluna ma la tef'alun kabura maqtan indallahi en taqulu ma la tef'alun. Siz ey iman gətirənlər etmədiyinizi niyə başqalarına deyirsiniz ki? Və elm tələbəsi mütləq, mən hətta bəzilərinə baxanda, hansılar ki tanıyır, mən şaşıram. Otururlar, məsələ qəbir əzabından danışırlar. Bax, qəbir əzabından, cəhənnəmin şiddətindən, Allahın qəzəbindən, ondan sonra möminin qəlbinin ixlasına, təvazükarlığından, ondan sonra baxırsan ki, şərrəmək, böhtan atmaq, lağlağı eləmək, müsəlmanı ələ salmaq, dinin ümumiyyətlə yayılmağının qarşılığını almaq onların rutin həyatlarıdır. Baxırsan, bu insan danışdığı şeyin tam tərsini şeyləyir. Üçüncü nədir? Bax, dəvətçidə önəmli olan nədir? Ən üçüncü sifət nədir? Səbir və davamlı olmaq. Səbirsiz olmur. Sən bilirsən, biraz başarılı oldunsa, nə edirlər? Loruca desəm, torbanı tikməyə çalışırlar. İftiralara məruz qalırsan. Şərlərə məluz qalırsan. Gözdən salınmaq üçün hər yola əl atırlar. Məsələn, mən dəfələrlə fikir vermişəm Fəxruddin qardaş. Yəni, dəvətdə nə qədər aktiv olursansa, nə qədər təsir edici olursansa və bir çoxları sənin aqranlarından, sənin dostlarından, həsəd ucubatından sənə atmadıqları şər, böhtan qalmır. Sən iki şey arasında qalırsan. Ya o səviyyə düşməlisən, ya nəfsənə yenilməlisən, ya da bunların hamısının ayağının altına alıb doğru yolda davam eləməlisən. Üçüncüsünü seçmək ən doğru olandır. Məsələ fikir verən bəziləri o qədər şərab böhtə, o qədər məsələ yalan danışmağa alışıb ki, o qədər şər atmağa alışıb ki, o qədər belə deyək də Allah Azza və Cəllədən olan sərgilədiyi qorxu o qədər saxtadır ki, məsələ bir insana sözü deyərkən, bir insana şər atarkən, yəni bu insan onun əksini isbat eləyər deyə utanmaqdan həya eləmirlər. Mən məsələ öz təhsilimlə Allahın izni heç bir zaman önə gəlmək istəməmişəm. Öz təhsilimlə, elmi səviyyəmlə önə gəlmək istəməmişəm. Çünki mənim təhsilim, oxumaqlarım, bunların heç biri göstəriş üçün deyil. Mən aldığım diplomlar arxasında hər hansı bir dünyavi gəlir, əsla mən qatmamışam işin içinə. Əsla və əsla. Heç bir zaman dini fəaliyyətlərim sayəsində zərrə qədər də olsa bir qəbib elə mən pul qazanmağa çalışmamışam.
Bu mənim sadəcə ideyamdırmı, yoxsa ətrafımda olan, məni tanıyan kim varsa hamısı buna şahiddirmi? Hamısı buna şahiddir. Bunun əksini kimsə isbat edə bilməz. Məsələn, hətta fikir verirəm, kindən, iftiradan bəziləri qalxıb məsələ doktorantura səviyyəmə belə dil atır. Halbuki mənim doktorantura səviyyəm olduğu, mənim doktor diplomum olduğunu məni tanıyan hər kəs bilir. Mən qalxıb bu iftira, yalanı dilə gətirmək belə istəmirəm. Çünki baxırsan ki, kin səviyyəsini açıb, müxatab olmaq belə adam özünə yaraşdırmır. Önəmli kriteriyalardan biri davamlı olmaq. Məsələn, dəvətçidir, elm tələbəsidir. 1 il aktiv olur, 2 il aktiv olur, sonra pəs eləyir, sonra bezir, çəkilir. Bu başarısızlığın əlamətlərindən biridir. Davamlı olmaq lazımdır. Buxaridə hədis var, həmçinin Sahih Müslimdə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, xayrul ə'məli ədvamuha və inqallə. Əməllərin ən xeyirlisi davamlı olanıdır, hətta nə olsa, az olsa belə. Əməllərin ən xeyirlisi davamlı. Və axırıncı deyim, bunda uzanmasın. Ən önəmli sifətlərdən biri elm tələbəsində, ən önəmli elm tələbəsində olması lazım olan sifətlərdən biri elm tələbəsi gözəl əxlaq sahibi olmalıdır. Elm tələbəsi yalan danışmaqdan uzaq olmalıdır. Elm tələbəsi iftiradan uzaq olmalıdır. Elm tələbəsi dini şəxsi mənfəətinə istifadə etməkdən uzaq olmalıdır. İnsanların malına, puluna haqqı olmadığı halda əl uzatmaqdan uzaq olmalıdır. Bax, elm tələbəsi kibirdən, özünü artıq tutmaqdan uzaq olmalıdır. Əgər bir elm tələbəsi əxlaq məsələlərinə fikir vermirsə, onun dəvətində, onun elmində, onun zəhmətində bərəkətin olması mümkün deyil. Əxlaqın özünün birbaşa imanla bağlantısı var. Əxlaqın özünün birbaşa imanla bağlantısı var. Abu Davudda hədis var. Şeyx Albani həsənləşdirib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əkməlül müminə imanən əhsənuhum xuluqan. Möminlərin iman baxımından ən kamil olanları əxlaq baxımından ən gözəl olanlarıdır. Bax, əxlaqın gözəlliyi imanın kamilliyinə görə necə dəlalət eləyir. Hətta başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizdən birinizə biri elçi gələrsə, onun dininə baxın, bir də nəyinə baxın? Bir də əxlaqına baxın. Bir adam nə ola bilsin dindardır, amma əxlaqı yoxdur. Bugün nə qədər dindaram, namaz qılanam, Allahdan dindən danışanlar var, əxlaq sıfır. Dilində yalan var mı? Var. Qeybət var mı? Var. Nəmmamlıq var mı? Var. Başqa müsəlmanlarla istihza etmək var mı? Var. Hər pislik desən var. Haram pul yemək var mı? Var. Atmaq var mı? Başqasının əməyini, pulunu var. Hər pislik daş qaldırsan altında var. Ona görə müsəlmanda sadəcə iman və yaxud da İslam iddiası deyil, əxlaq da olmalıdır. Bir dəvətçi, bir elm tələbəli bu vəsfləri daşımırsa, bundan elm almaq sual işarəsi altında. Bundan elm alınmamalıdır. Bu insan tərk olunmalıdır. Bir də ki, bu vəsfləri daşımayan adam meydana çıxmamalıdır. Bu, elm tələb eləməklə. İkincisi, bir elm tələbəsi, bir dəvətçi ilə bir alim və bir müftünün arasında fərq var. Bugün bəzi tələbələr var ya, hətta alimlik, şeyx, alim, belə ən ali dini lider kimi təqdim olunur. Bu yanlışdır bu. Bax, sən təsəvvür elə, bir müftüdən tələb olunan şey nədir? Bir müftüyü, bir gerçəkdən elm adamını biz hardan bilərik? Olur da sən də görmüsən, o gün mənə də dedin, sən bəziləri var, 2 kitab oxuyur, belə geyinişinə, keçinişinə fikir verir. Bir də papaq qoy başına. Belə acayip belə bir emoji göstərir, belə görsəl. Üzr istəyirəm, əslində o papaq qoymaq, o keçmişdə Molla əmi, ona bəzi daha çox oxşuyur bu şəxslərin bəziləri. Yəni, mən papaq, papağı artistlik, diqqət cəlb eləmək, nə bilim, gündəm törətmək üçün taxanları mən düzgün... Əslində yaraşmır onlar o papaqlar. Mən şəxsləri demək istəmirəm. Əgər bir adam papağı, yəni milli olaraq və yaxud da bir ehtiyacdan və yaxud da genel olaraq taxırsa başqa məsələ, amma bunu şöhrətə görə, diqqət çəkməkdən ötürü, hoqqa verməkdən ötürü taxırsa, tabii ki, bu doğru bir şey deyil. Nəyi demək istəyirəm? Sən dediyin şey o idi ki, bəzi adamlar var məsələ, bir düzgün təhsili yoxdur. Bir düzgün elmi səviyyəsi də yoxdur. Amma elə bir aura sərgiləyir ki, özlərini elə göstərirlər ki, bu adam alimdir, müctəhiddir, hər bir suala cavab verə bilər. Halbuki
baxsaq biz alimlərin qoyduğu kriteriyalar, məsələ bir müctəhid də deməyim, ondan aşağı olan bir ciddi, yüksək səviyyəli olan elm tələbəsi, bir müftü mütləq oxuması lazım olan kitablar var dini elmindən. Məsələn, birincisi nədir? Şəri elmləri bilməlidir. Bir müftü, bir alim, bir ciddi elm tələbəsi şəri elmləri bilməlidir. Fiqhdən. Sən fiqhdə təməl kitabları oxumasan, həqiqi, doğrudan da ciddi elm tələbəsi sifətini daşıya bilmərsən. İnsanların önündə mütləq müftü şəkildə rol göstərməyin doğru deyil. Məsələn, Hənəfi məzhəbində. Hənəfi məzhəbində məsələn, etimad olunan mətnlər var. Mətn deyirik də ona. Adətən elm tələbələr birinci mətnləri əzbərləyirlər. Mətnlərə baxırlar. Sonra mətnlərin şərhləri var. Sonra məzhəbdə etimad olunan və dəlil kitabları var. Sonra o məzhəbdə qayda kitabları var və usul kitabları var. Bu detayları elm tələbəsi bilməsi lazım. Misal üçün, sən bir adama necə ciddi elm tələbəsi, müftü deyə bilərsən ki, bu Hənəfi məzhəbində məsələn Muxtasarul Quddurini oxumayıb. Bu Kənzud Dəqaiq İmam-ı Nəsəfinin kitabından xəbəri yoxdur. Bu Hənəfi məsələn ana kitablarıdır bu. Məsələn Hənəfi məzhəbində ən etimad olunan kitablardan biri nədir? Ər-Raddul Muxtar. Kimindir? İmam Əl-Haskafinin. Ər-Raddul Muhtar, Əd-Durrul Muhtar. Kimindir? İbn Abidinin. Və yaxud da gələk ana kitablara. Bir adam Hənəfi məzhəbini bilməsi mümkün deyil. Bədai-us-Sana'i Kəsəninin bu kitabı oxumadıqca. Hənəfi məzhəbinin ən güclü kitabı Bədai-us-Sana'idir. Əgər ensiklopediya, fətva ensiklopediyasını oxumaq istəyirsənsə, Fətəvəl Hindiyyəni bilməlisən. Oxumuş olmalısan, səhifələmiş olmalısan. Əgər məzhəbdə olan ixtilafı və dəlilləri bilmək istəyirsənsə, mütləq İmam-ı Saraxsinin Məbsud kitabını oxumalısan. Bunlar ana kitablarıdır. Bugün o sərgiləyənlərə baxsan, bəlkə bu kitabların adını bilmir. Məsələn, Şafii məzhəbində götürəndə mütləq muxtasarı bilməlisən. Şafii məzhəbində ən etimad olunan məzhəbdə muxtasar hansıdır? Muzani. Muxtasar Əl-Muzani. Muxtasar Əl-Muzani tabii ki o biraz ağırdır. Biraz daha yüngüllərindən Əl-Minhac İmam-ı Nəvavinin. Biraz ağır kitablara baxmaq istəsən Şafii məzhəbində görə bilərsən Muğnil Muhtəci. Muğnil Muhtac. Ondan sonra Nihayetül Muhtac. Ondan sonra daha geniş baxmaq istəsən Kitabul Əl-Məcmu İmam-ı Nəvavi. Əl-Havl Kəbir İmam-ı Mavardinin. Maliki məzhəbini oxumaq istəyirsən Mudavvananı bilməlisən. Mudavvananın şərhlərinə baxmalısan İmam-ı Səhnunun. Bəlkə də bəzi o elm tələbələri hansılar ki, özlərinə şeyx dedirtirlər. Ola bilsin ki, ilk kəs o kitabların adlarını belə duyurlar. Onu deyirəm ki, elm tələbəsi olmaq, ciddi alim olmaq, bu hünər istəyir, bunu zaman istəyir. 2-3 il, 5 il oxumaqla sən müəyyən bir səviyyə gələ bilməyin mümkün deyil. Bu danışdığım kitabların hamısı ana kitablardır. Sən gəl Həmbəli məzhəbinə. Həmbəli məzhəbinə gəl, İmam İbn Qudamənin kitablarına bax, istəyirsən mətn olsun, istəyirsən şərh olsun. İbn Qudamənin Muğni kitabına bax. Bugün əksər elm tələbələrinə bax, bəlkə Muğni kitabını hələ yarısını belə oxumayıb. İmam-ül İnsaf kitabı. Ondan sonra Şərhül İradat İmam-ül Buhutinin. Zədül Mustaqinin şərhləri. Ana kitablardır bunların hamısı. Ondan sonra gəl usul fiqh, yəni bir müftü usul fiqh kitablarını oxumuş olmalıdır. Çünki bir müftünün gerçəkdən fətvada fətva verə bilməsi mümkün deyil, əgər usul fiqh adam bilmirsə. O fiqh kitablarının üzərinə ən ana kitablar hansıdır belə baxsaq, ən ana kitablara baxsaq, Muxtasar Əl-İci, əgər onun şərhini oxumaq istəyirsə, Şərh-ül Aduda baxmalıyıq. Bu şərhin də şərhinə baxmaq istəyirsə, Həşətül Əbhərini oxumamız lazımdır. İmam-ül Əmidinin İhkəm kitabı var. Ondan sonra Mustasfa İmam-ül Ғəzəlinin. Ondan sonra Şərh-ül Kəvkəb-ül Munir İbn Nəccarın. Bəhr-ül Muhid İmam-ı Zərkəşinin. Bunlar hamısı ana kitablardır usul-ül fiqhdə. Bu kitabları sən gözəl şəkildə oxuyub, anlayıb, bilməlisən ki, hətta sən qalxıb cəmaatın özündə mən müftiyəm, mən fətva verirəm deyə biləsən.
Quran elmindən xəbərin olmalıdır. Ayələrin eniş səbəbi, nəsikh hansıdır, mənsux hansıdır, muhkəm hansıdır, mütəşabih hansıdır. Sən bunlarda yetişmiş olmalısan. Hədis elmini sən bilməlisən. Elmur ricali bilməlisən, mustalah ilə hədisi bilməlisən. Hədisin növlərini bilməlisən ki, hədis mütəvatir hansıdır, hədis əhəd hansıdır, hədisül əhədin növləri var. Bu səhihdirmi, həsəndirmi, zəifdirmi, munqati'dirmi, mu'daldirmi, mevdu'dirmi, munkardirmi? Hansı növlərindəndir? Və bir hədis etibarlı olması üçün elm əhlinin qoyduğu şərtlər hansıdır? O şərtlərin dəlilləri hansıdır? Götür tarixi, götür siranı, götür təfsir elmlərini, götür ərəb dilini. Və eyni zamanda elm tələbəsi bilməlidir, şey deyirlər onun adını, əl-əvləviyyət, daha önəmli olanlar dəvətdə. Məsələn, sən necə elm tələbəsi ola bilərsən ki, sən genel olaraq bilmirsən, məsələn, qavaid kitabları var. Hənəfi məzhəbində qavaid kitabını oxumaq istəyirsənsə, Əl-Əşbəh və Nəzair İbn Nuceym. Önəmli kitabdır. Şafii məzhəbində əgər qavaid, dini qaydaları bilmək istəyirsənsə, İmam Suyutinin Əl-Əşbəh və Nəzair, buna oxuman lazımdır. Məsələn, oyanıq olmaq üçün dəvətdə sən gətirdiyin mənfəət, fəsaddan daha üstün olmağı bilmən üçün o əvləviyyət dediyim o öndə olan şeyləri bilməlisən. Məsələn, elm tələbəsi bilməlidir ki, fərz nafilədən üstündür. Nas ictihaddan üstündür. Yəni burada nas var, burada ictihad var. Hansını götürəcəksən? Nas'ı götürəcəksən, düzdür mü? Ümumi mənfəət xüsusi mənfəətdən öndədir. İki günahın, iki şərin ortasında qaldıqda ən zərərsizini götürməlisən. Və s. kimi qaydalar var. Ondan sonra adət məsələləri var. Hansı zaman adət, ənənələr şər'i dəlildən sayılır? Baxın, şər'i dəlil deyirəm ha. Hansı zaman adət, ənənələr mütəbar deyil, şər'i dəlil sayılmır. Çünki İslamda 5 böyük qayda var. Onlardan biri nədir? Adət hökm sürür. Məsələn, bir qazi adəti bilməlidir. Boşanmaqda, nikahda, insanların biznes müamilələrində adət, ənənələr rol oynayır. Hansı bu kənddə ola bilsin, bu adət belədir, bu kənddə belədir. Və s. kimi. Qısacası, uzun sözün qısası qardaşım. Biz bugün, yəni siravi qardaşlara deyirəm, hər önünə kamera qoyan, hər önünə mikrofon qoyan, hər YouTube kanalı açan və yaxud da gedib hardasa bir kitab oxumuş, gəlmiş, eləmiş, bunların hamısını siz elm tələbələri hesab eləməyin ki, sabah bir gün deməyəsiniz ki, bunlar elm tələbələri niyə bir-birini qırır? Gerçək elm tələbələri bir-birini qırmır. Hətta ciddi elm tələbələrinin arasında da nifaq səpməyə çalışırlar ki, bunların da araları yoxdur. Amma belə deyil. Gerçək elm tələbələri bir-birini anlayırlar. Hətta ortada ixtilaf olsa belə nə zaman tənqid eləmək lazımdır, tənqidi hansı üslubda eləmək lazımdır, bunu bilirlər. Əslində, tənqid əxlaqa, tərbiyə uyğun olarsa bu pis şey deyil. Biz bir-birimizi tamamlaya bilərik. Mömin-möminin güzgüsüdür. Hədisdə gəldiyim kimi. Amma bir ədəb lazımdır, bir əxlaq lazımdır, bir üslub lazımdır. İstihza etməklə, lağlağa etməklə, hırtıldıya gülməklə, ondan sonra şər böhtən atmaqla bunun adını sən tənqid qoya bilmərsən. Bununla sən heç nəyi islah elə bilmərsən. Nəticəsində şeyx deməli hər hangi bir müsəlman dəvət edə bilər. Blogerlik və ya ayət, hədis, amma mütləq onun bir elm tələbəsinə bağlı olması şərtdir. Məsələn, buradan mən elan eləyirəm hər kəsə ki, Allahın izni ilə soruşan bəzi məsələlərdə, bəzi sorularda mütləq elm əhli ilə şəxsən mən istişadə edirəm, öncəliklə Veysel hocamızla və əgər məsələn bir sözümdə, bir paylaşımımda və yaxud videolarımda bir sərf, xata söz söyləyəcəmsə, məsələn bunu Şeyx Veysel'e və yaxud bir bloger əgər kendisini bir şeyxə və yaxud bir elm tələbəsinə nisbət eləmirsə, bu da bir problemdir. Yəni belə insanlarda mən şəxsən hər kəsə məsləhətim odur ki, biraz uzaq olun. Nisbət dərkən? Nisbət olaraq məsələn biz sizdən şimdi podcast keçirdik. Mən faydalanmaq, soru sormaq və yaxud bağlı olmaq yaxşı mənada. Yəni bunun doğru mənası, üzürlü say, doğru mənası faydalanmaqdır. Faydalanmaq, bəli. Çünki bağlılıq, təəssüb keçdik, bunları biz keçdik. Mütləq təbii ki, baxın, hər bir adamdan daha çox bilən biri var. Hər ixtisasda elədir.
Bax, bu həkimdir, düzdürmü? O həkimlərin də bir-birinin üstündə bilənlər daha çoxdur. Din də elədir. Məsələ, hansı səviyyə istəyirsən çat, mütləq səndən daha çox bilənlər olacaq. Və insan nə qədər məşvərət eləyir, nə qədər başqalarından bilmədiklərini öyrənir, bu blogerlərə də aiddir, elm tələbələrinə də aiddir, imamlara da aiddir, alimlərə də aiddir. O qədər insan daha tez toparlanır və daha az xəta eləyir. Bəli. Hocam bildiyiniz kimi benim biraz tecrübem var. Dediğim kimi Rusya'da da yaşamışam. Farklı ölkələrdən də xəbərim var. Getmişəm. Və bunu qeyd eləmək istəyirəm ki, son zamanlarda elhamdülillah Azərbaycanda dini mən gördüyüm qədər, mən bildiyim qədər dini yaymaqda və ya dini təbliğat eləməkdə bir məhdudiyyət yoxdur. Baxırsınız başqa ölkələrdə bilirik, yəni bu Sovet hökuməti dağıldığından sonraki ölkə SNG deyirlər ona. Orada görürsünüz dinə baskın var, qardaşları tuturlar və ya problemlər yaratırlar. Bu baxımdan Azərbaycanda bu cəhətdən yaxşıdır son zamanlarda. Bu birinci. İkincisi de yani sualım odur ki biz şu an Müslümanlar olarak bundan lazımı kadar istifade edebiliriz mi? Ve bunun nimetinden, bunun Allah'ın lütfünden haberimiz var mı? Bu birinci soru. Ondan sonra ikinci sorum olacak Türkiye ile ilgili. Azərbaycanda elhamdülillah xeyir çoxdur. Azərbaycanda elhamdülillah dəvət imkanları, dini təbliğ eləmək imkanları çoxdur. Nə qədər bunu məhdud göstərməyə çalışsalar da çətinlik var, o var, bu var. Yəni genel olaraq çətinlik dünyanın hər yerində var. Azərbaycanda xeyir, imkanlar, fürsətlər çoxdur. Bunu dəyərləndirmək lazımdır. Bunu əgər gözəl şəkildə insanlar, müsəlmanlar, dəvətçilər dəyərləndirərlərsə, məncə bunun faydaları ən sürətlə, ən qısa müddətdə yayıla bilər. Amma bunu dəyərləndirməzlərsə, məsələ belə deyək, Azərbaycan istəmədiyi şey nədir? Dövlət olaraq, hökumət olaraq istəmədiyi şey nədir? Məsələ, müsəlmanlar təxribat törətsinlər. Müsəlmanlar silahlanıb müqavimət göstərsinlər. Və yaxud da yığılıb bu işit baş bəlası kimi qruplaşıb haqsız yerə qan töksünlər. Bu şeylərin hamısında doğrudurmu? Doğrudur. Heç kəs, çünki o fikirlərlə nə bir dövlət ayaq üstə qala bilər, nə də bir hökumət. Azərbaycan bunu istəmir, düzdürmü? Bunu istəmir. Qorxduğu şey budur. Bugün də müsəlmanlara vacib olan şey odur ki, elə gözəl dəvət aparsınlar ki, bu fikirlər ortaya çıxmasın. Bir həkimin yanına gedəndə sən qardaş, səndə virus var deyib, səndə xəstəlik var deyib, səni qapıdan qovmur. Bizdə maalesef bir çox dəvətçilərdə Azərbaycanda olan budur. Ancaq söymək, ancaq təhqir eləmək, ancaq dini gözəl şəkildə təbliğ edənlər küçümsəmək, bunu din görürlər. Bunun özü də birbaşa həm dövlətə, həm hökumətə, həm millətə, həm İslam dininə zərər verir. Bunun yerinə bayaq dediyimiz kimi gözəl şeylər təbliğ eləmək lazımdır. Ondan sonra o tənqidlər demək əslində o gedişatı aparmır. Düzdür, yəni o xeyirlərdən istifadə etməyi aparmır. Tam tərsinə onun qarşısını alır. Məscidləri, cəmaatı pozduğu üçün, milləti pozduğu üçün və bir də cəmaat bu kütləni tərk eləyib başqa yerdən qidalandığı üçün. O da ya yanlış olur bəzən və yaxud da doğru olur. Demək istədiyim, biz burada güvənilir insanlar tərk olunandan sonra meyl xaricə olur. Meyl xaricə olduqdan sonra da onda nə olur? Bu fikirlər regiona uyğun olmaya bilir. Bunu göz önündə bulundurmamız lazımdır. Ona görə qardaş, biz bugün dəvətçi olaraq bu bölgədə yaşayırıqsa, biz o hökumətin, dövlətin, İslam dininin onlardan öncə də qəbul etmədiyi fikirlərin yayılmasının hikmətlə qabağını almalıyıq. Doğru olan nədir? Onları təbliğ eləməyə çalışmalıyıq. Doğru olan təbliğ olunduğu zaman sənə dövlət niyə mane olsun ki? Əgər sən tövhidə, doğru inanca çağırırsansa, insanları xurafətdən çəkindirirsənsə, insanları terrorizmdən çəkindirirsənsə, haqsız yerə qan tökməkdən çəkindirirsənsə, haqsız yerə insanların pulunu yeməkdən çəkindirirsənsə, insanların namusunun qırmızı xətti olmağını, toxunmağın qadağan olmağını öyrədirsənsə,
gənc nəsli, orta nəsli narkotikdən, içkidən çəkindirirsənsə, milləti birliyə, bərabərliyə, qardaşlığa, möhkəm olmağa çağırırsansa, xarici qüvvələrin təzyiqinə yenik düşüb ölkənin içində kaos çıxmasının qarşısını alırsansa, sağ hökumət niyə mane olsun ki? Sağ dövlət niyə mane olsun ki? Ona görə bu dəvətçilər əgər bu hikmətləri başa düşməyəndə, qalmaqallıqla millətin başını qatanda, dövlət də bu şeylər baş verməsin deyə cümlətən bir çox şeyin qarşısını alır. Bəli. Və ən son biz bugün İstanbuldayıq, Türkiyədəyik və elhamdülillah son zamanlarda da görürük ki, Türkiyədən gözəl xəbərlər gəlir və Türkiyənin belə deyim, əmin-amanlığı bütün müsəlman coğrafiyaları paylaşılır. Həm Azərbaycanda, məsələn, Qarabağ müharibəsində çox önəmli Türkiyədən dəstək, həm başqa bölgələrdə və sizin bu Türkiyənin fərah olması, əmin-amanlıq olmasını və müsəlman coğrafiyasındakı mühüm rolundan biraz ondan danışardınızmı? Baxın, elhamdülillah biz Azərbaycan olsun, Türkiyə olsun, bu iki dövlət bir qanı daşıyır. Bir qanın, bir nəslin, bir kökün mənsublarıdır. Biz bir ırqıdan daşıyırıq, bir qanı daşıyırıq, bir nəslin mənsublarıyıq, baxmayaraq ki, coğrafik olaraq aramıza bir sərhəd keçib. Tarix boyu baxsaq, görərik ki, Azərbaycanın Türkiyədən başqa həqiqi dost olmayıb, dövlət olaraq. Həqiqi deyirəm ha. Zamanla bir büdrəməklər, bir soyuqluqlar, bir şeylər olub, amma yenə də ən çox Azərbaycanın yanında olan kim olub? Türkiyə olub. Eləcə də Türkiyənin hər zaman ən səmimi yanında olan güvəndiyi kim olub? Azərbaycan olub. Və bu da zaman içində tək sözdə, ideyada, tarixdə deyil, feili olaraq da gerçəkləşib. Məsələn, son 40 günlük müharibəyə baxaq. 44 günlük. Türkiyə hər imkanları ilə Azərbaycan qardaşlarının yanında durub mu? Durub, bəli. Böyük payı var mı? Böyük əməyi var mı? Var. Peki Azərbaycanın dini liderləri, prezidenti bunu inkar edirəm? Xeyr. Tam tərsində bunu qürurla ifadə edirlər və gələcək nəslə də örnək olaraq göstərirlər. Və eləcə də Türkiyənin prezidentinə baxaq, Recep Tayyip Erdoğan olsun, Türk siyasətçilərinə baxaq, hər zaman, hər imkanlarda, hər koşullarda, hər şərtlərdə Azərbaycanın yanında duracaqlarını deyirlər. Və bunu da eyni zamanda real olaraq eləyirlər. Və sonunda elhamdülillah, nəinki Azərbaycan-Türkiyə ilişkilərinin ən gözəl səviyyə çatması bugünkü gündə, hətta İslam aləminə də Türkiyənin böyük təsiri var. Türkiyə bölgənin hakim, yəni tək bölgədə deyil, dünyada sözü keçən, əlini masaya vura bilən və gedən siyasətləri dəyişdirə bilən konumdadır bu dəqiqə. O gücdədir, o qüvvədədir. Və daha güclü olacağını düşünürəm. Daha təsir edici olacağını düşünürəm. Və bu Türkiyə nə qədər güclü olsa, nə qədər istiqrarlı olsa, nə qədər söz sahibi olsa, o qədər bu Azərbaycan üçün də xeyirdir. O qədər bu Azərbaycan üçün də faydalıdır. Ona görə eyni zamanda biz bu qardaşlığı da qorumamız lazımdır, bilməmiz lazımdır və dilə gətirməmiz lazımdır. Və bu qardaşlığın davamlı, daha da güclü olması üçün əlimizdən gələn adımları da atmamız lazımdır. Bəli. Allah razı olsun hocam. Xeyirli, bərəkətli olsun bizim söhbətimiz və qardaşların, bacılardan xahiş edirik ki, bu podkastı paylaşın, başqa qardaşlar da bundan faydalansınlar. Mən də təşəkkür eləmək istəyirəm Fəxrüddin, Allah razı olsun. Məclisin əvvəlində dediyim kimi uzun müddətdir ki, sən istəyirdin belə bir podkast olsun. Elhamdülillah. Allah nəsib elədi. Gözəl, umarım ki, ümid eləyirəm ki, gözəl söhbətlər elədik. Əgər xəta elədiksə Allah bağışlasın. Əgər doğru danışdıqlarımız doğrudursa Allah savaba yazsın. Və bu münasibətlə mən Kərim qardaşımıza təşəkkür eləmək istəyirəm. Hansı ki, bu podkastın gerçəkləşməyində böyük əmək qoydu, zəhməti var və kameraları təşkil elədi. Və eyni zamanda da Hudarus ailəsinə təşəkkür edirəm. Çünki İslamın gözəl şəkildə yayılmağında nisbətən böyük əməkləri var, fəaliyyətləri var. Barakallahu fik və sallallahu aleyhi və səlləm və bərik alə nəbiyyə Muhammed.